Və biz həcdən qabaq daimən salihlərin baxsası, yəni Riyadus Salihin kitabından sonra ümumiyyətlə yəni firqələrdən keçirdi və ümumiyyətlə demək olar ki, yəni firqələrin böyük bir əksəriyyətini keçdi. Hansı ki, istər xavariclərdən olsun, rafizlər, qədəriyyələr, cəhmiyyələr, karramiyələr, bütün firqələri keçdik və əsas da, axırıncı da keçdiyimiz bizim firqələrdən deməli şərq firqələridir və onlardan da fəlsifəçilər, buddistlər və ilaxır, krişnaitlər və s. Və bircə məzhəb qaldı, yəni bir firqə qaldı, o da ki, yəni fəlsifəçiləri, yəni firqələridir, yəni onların bir 8-9 yaxın firqələri var, inşallah onlardan yəni birini yəqin ki, gələn dərsdə tamamlayarıq və ümumiyyətlə həcdən qayıtdıq və gördük ki, həqiqətən də, yəni bir ay müddətində həqiqətən də, yəni məscidlərdə ondan sonra elm əhlinin olması ilə bağlı olaraq mən çünki ən böyük səbəb bunu görürəm ki, yəni boşluq yarandı, Azərbaycanda boşluq yarandı və həqiqətdə isə yəni təkfirçi cəmaatı bu fürsətdən səmərəli istifadə elədilər və görürsən ki, həqiqətən də öz şübhələrin, fitnələrin çox adamlara yəni artıq yəni çatdıra biliblər və ona görə də çox fikirləşdik ki, neyniyək və qərara gəldik ki, yəni İbrahim Ruheyli, yəni Həfzəhullahın yəni dünyada bu dəqiqə yəni əqidə üzrə, ondan sonra mənhəc üzrə, Tövhid üzrə ən böyük mütəxəssislərindən biri sayılan İbrahim Ruheyli, hansı ki, yəni o Azərbaycan haqqında da demək olar ki, yəni tamamilə onun yəni lazım olan məlumatları var. Çünki həccə gedən qardaşlar da yəni ondan yəni çox suallar soruşurlar, öyrənirlər və o bir il əvvəl hazırladığı yəni təkfir və onun şərtləri və qaydaları kitabı var idi ki, əlhəmdülillah istərdik ki, yəni ondan keçək. Düz ümumiyyətlə, yəni kitab böyük həcmli kitabdır. Yəqin ki, yəni qardaşlardan özündə qüdrət tapan bunu gələcəkdə tərcümə eləyər və geniş şəkildə inşallah oxucuları yəni çatdırarlar. Və sadəcə biz buradan bəzi şeylər var ki, onları istədik öyrədək, daha doğrusu buradan oxuyaq, insanlara öyrədək və bu kitabı ümumiyyətlə Şeyx Həfzəhullah haradasa bir ilə yaxın yığıb, çünki ümumiyyətlə Saudiyan özündə də bu fitnə həqiqətən də bir neçə il əvvəl yəni baş qaldırmışdı və orada da demək olar ki, sabit mövqe tutanlardan biri də, hətta yəni şeyxlər və alimlər arasında yəni sabit mövqe tutanlardan biri də İbrahim Ruheyli idi. Yəni Mədinə əhlinə olan İbrahim Ruheyli, həmçinin Abdullah Buxari, Süleyman Ruheyli, Şeyx Abbad, Abdurrazaq və ilaxıra, yəni onlardan biri də yəni İbrahim Ruheyli idi və həqiqətən də bu insan Saudiyadan qıraq dövlətlərə də çıxıb, istər şərq dövlətləri olsun, məsəl üçün Tayland, ondan sonra İndoneziya və yaxud da ki, başqa ərəb dövlətlərində də dərslərdə olub, o dövlətin insanları ilə yaxından tanış olub və demək olar ki, o cür alimlərin, yəni öz dövlətlərindən qıraq dövlətdə yaşayan insanların əhvalı barəsində də kifayət qədər məlumat var. Çünki bəzi hallarda məsəl üçün görürsən ki, təkfirçilər belə bir şübhə gətirirlər ki, yəni İbn Baz Hüseymin yaşayıb Saudiyada fitvanı ora və onun bizə aidiyyəti yoxdur. Və həqiqətdə isə onlar bəzi hallarda o insan bu qaydanı götürürsə ki, onun fitvası ona aiddir, amma görürsən ki, o istədiyi vaxt o fitvanı hara tətbiq eləyir, yəni bura tətbiq eləyir, yəni onun fitvasını əvvəlcə o iddia eləyir ki, bu fitva ora aiddir və görürsən ki, danışıqlarında o fitvanı hara tətbiq eləyir, yəni özünün danışığına uyğun olsun deyə o fitvanı götürüb burada tətbiq eləyir, amma əslində belə bir rəy deyərdir ki, ümumiyyətlə hansısa bir şəri hökmün məkandan, yerindən yəni asılacağı yoxdur, sadəcə onun tətbiqində yəni fərq sadəcə onun yəni tətbiqindədir. Çünki görürsən ki, çox insanlar cahili ucbatından, daha doğrusu yəni bu gün təkfirçilər, görürsən ki, məsəl üçün elmsiz ucbatından, yəni elmləri olmadığından, məsəl üçün alimin hansısa bir fitvasını, o indi yəqin ki, o səbəblərə gələndə onu aydınlaşdıracaq, götürürlər məsələn hansısa bir alimin fitvasını, məsəl üçün ki, filan şeylən kafirdir və o alim, o qaydaya necə gəldi, çıxdı, o fitvanı necə verdi, hansı mərhələlərdən keçdi, neynədi, o insana bu bəlli deyil, aydındır və məsəl üçün onun mücərrəd o fitvanı, yəni sırf o fitvanı oxumaqla və hansısa bir kitabdan tapmaqla o fitvanı birbaşa burada tətbiq eləmək, yəni heç bir qaydalar, şərtlər qoymamaq şərtdir, o fitvanı burada tətbiq həqiqətən də yəni çox böyük yəni azğınçılıqdır. Niyə görə? Çünki sən əvvəla bilməlisən ki, o alim hansı dəlildən, hansı faydadan o istinbatı çıxartmış, aydındır?
Hansı ki, görürsən ki, çox insanlar ola bilər ki, nəyisə oxusun, başa düşməsin. Yəni, burada heç bir təzvib bir şey yox. Çünki Allah Subhanahu taala Nisa surəsinin deyəsən 83-cü ayəsində buyurur ki: "İzə cə'əhum əmrun minəl-əmni əvil xuf ədəu bihi və ləv raddu ilə rasul və ilə ulil əmri minhum ləstənbətəhul-ləzînə ləstənbətəhu minhum." Allah Subhanahu buyurur ki, əgər onlara əmin-amansızdan və ya hansısa bir iş gələrsə və hətta qorxudan əmin-amansızdan bir iş gələrsə, bir problem çıxarsa, onlar onu Peyğəmbərə və yaxud da elm sahiblərinə yönəltsəydilər, daha yaxşı olar. Çünki onlar oradan onlar üçün yəni faydalar istinbat eləyədilər. Aydındır. Və görürsən ki, həqiqətən məsələ bundadır. Çünki o zaman ki, Əli radiyallahu anh soruşanda ki, yəni Peyğəmbər s.ə.v nə qoydu, getdi? Çünki Əli radiyallahu anh yəni özünün, yəni qılıncının baş tərəfində yeri var idi və orada Peyğəmbər bəzi hədislərini yığmış. O da ki, hansı ki, qul azad eləmək, ondan sonra bəzi qulla bağlı hökmlər var idi və bəzi mirasla bağlı məsələlər var idi. Əli radiyallahu onları yazılı səviyyədə, yəni yazılı surətdə o həmən qılıncın baş tərəfindən gizlətmək, orada saxlam, orada qoyurdu və ondan soruşanda ki, yəni Peyğəmbər özünün sonra nə qoyub getdi? Dedi ki, Allahın Quranını, bir də bu qılıncın yəni orasında olan həmən o necə qullar barəsində olan bəzi hökmlər, bir də deyir ki, Allah Subhanahu taala kimə fəhm veribsə o. Yəni, nəyə ispat edir? Yəni, fəhm. Yəni, onu göstərir ki, həqiqətən də yəni, din, yəni fəhmlə bağlılığı çoxdur. Çünki Peyğəmbər buyurur ki, ola bilər insan bir hədisi kiməsə çatdırırsa, ola bilər çatdırana nə olsun, daha fəqih olsun, daha da bilən olsun, aydındır. Ola bilər, məsələn, sən kiməsə nəyəsə deyərsən, onu sən başa düşməsin də belə, ola bilər çatdırdığın adam səndən daha da yəni başa düşsün. Ona görə də belə qərara gəldik ki, yəni bu təkfir barəsində yəni geniş danışaq və ümumiyyətlə burada da müəllif Həfizəhullah, yəni İbrahim Ruheyli burada ümumiyyətlə yəni fitnədən danışır, yəni təkfir fitnəsindən və əvvəla bilmək lazımdır ki, ümumiyyətlə Allah Subhanahu wa Taala yəni Peyğəmbər s.ə.v Quranı nazil elədi və həmçində Peyğəmbər s.ə.v Quranı açıqladı və həmçində hədislərində İslam, iman, ihsan və həmçində müslim, yəni müsəlman, mühsin və mümin aydınlaşdırdı. Onlar kimlərdir və həmçində Quran-ı Kərim və Peyğəmbər sünnəsi fasik, kafir, münafiq onları araşdırdı və həmçində yəni onlar kimlərdir, hansı xislər, hansı sifətlərə bəllidirlər. Bu hamısı Quran-ı Kərimdə və Peyğəmbər sünnəsində yəni artıq açıq, aşkar bəyan edilib. Və bundan da sonra insanlar yəni hansısa bir, yəni ümumiyyətlə hamı bilir ki, alimlər heç vaxt yəni özlərindən danışmayıblar. Onların qoyduğu qaydalar, onların qoyduğu şərtlər, qaydalar davam etdilər. Hamısı Quran və sünnəyə yəni uyğundur. Və sən məsəl üçün tapa bilməzsən ki, hədislərdə və ya Quranda Peyğəmbər və ya Allah Subhanahu taala buyursun ki, İslamın məsəl üçün namazın vacibatları filandır, sünnələr filandır, məsəl üçün fərzləri filan, belə şeylər yoxdur. Həmçində zəkat, həmçində oruc, həmçində bütün əməllər belə, yəni o cür təfsilatları ilə yoxdur. Məsəl üçün Allah Subhanahu taala Quran-ı Kərimdə yəni buyurur ki, zəkat verin, namaz ancaq necə eləyin, necə verin, artıq o sünnədə gəlib, aydındır. Və həmçində sünnədə də gəlməyib ki, neçə dənə ruknu var namazın, neçə dənə fərzi var, neçə dənə vacibətin, neçə dənə sünnəsinin üçün belə şeylər gəlməyib. Sadəcə bunu alimlər, yəni Peyğəmbər s.ə.v hədislərindən, həmçində ayədən istinbat edərək, yəni bunları, yəni rukunlara, vacibətlərə, fərzlərə və ilah və s. ayırıblar. Və bu da ona göstərir ki, onların danışıqları havadan deyil, hamısı nədəndir? Hamısı Quran və yəni sünnədəndir. Quran və sünnədəndir. Və ümumiyyətlə də, necə ki, İbn Teymiyyə rəhməllah buyurur, həqiqətən də deyir, fitnə təkfiri İslamda çıxan ən birinci yəni fitnə oldu. Yəni hamı bilir ki, fitnə təkfiri ümumiyyətlə yəni hicrətin 37-ci ilində Əli ilə Muaviyyənin, yəni Sıffin, yəni qarşılaşmasından sonra Əli ilə Muaviyyə arasında artıq razılığa gəldilər ki, onlar yəni hərəsi bir hakim seçib, yəni bu məsələni aydınlaşdırsınlar və bu zaman Muaviyyə tərəfindən Abdullah ibn Amr ibn As və Əli radiyallahu tərəfindən Əbu Musa əl-Əşəri yəni bu məsələyə qarışdılar və bundan da sonra bu məsələdə artıq xavariclər baş qaldılar və dedilər ki, artıq yəni onlar Allahın hökmünü tərk elədilər və hansısa bəndənin yəni hökmünə yəni üz tutdular və ona görə də onlar
Əli radiyallahu anh, ondan sonra o 2 nəfəri, Muaviyyəni və orada olan sahabiləri, hansılar ki, bu əməldən razı idilər, hamısını kafir elan elədilər və bu da İslamda ən birinci, necə deyərlər, təkfir fitnəsi kimi, yəni baş qaldırıldı. Sonra da onlar, təxminən onların sayı 12 minə yaxın idi. Sonra onlar, yəni Hurur adlı yerə çəkildilər və oradan da onlar Hururiyələr adlandılar və sonra Əli radiyallahu anh bir dəfə Əbu Musa Əşşərinin sonra İbn Abbası, yəni onlarla danışa göndərdi və onlardan təxminən 12 mindən hardasa 8 minə yaxın yəni qayıtdı. Ancaq onlardan bir neçə mini qalmış, təxminən 4 minə yaxın qalmışdı və onlar Nəhravanda, yəni təxminən 37-38-ci hicrətin 37-38 illərində onların arasında yəni, çox böyük döyüş oldu. Hansı ki, o döyüşdə, demək olar ki, o döyüşdə Əli radiyallahu anh qoşundan təxminən 7 və 9 nəfər ölmüşdü. Ancaq o cür, yəni neçə min xavariclərdənsə təxminən 9 nəfəri sağ qalmışdı. Və sonra da hansı İbn Kəsir bir dəvə nihayədə gətirir ki, Əli radiyallahu anh, yəni o ölülərin üstündə bir-bir gəzdi və dedi ki, artıq şeytan bunu, yəni Allah'ın, onun yəni öz məqaləsini, yəni dediyi kimi inşallah buradan, yəni yerində tapıb lap dəqiq, yəni deyərik, Əli radiyallahu anh deyir ki, həqiqətən də şeytan onlar allandılar. Və ondan sonra yəni, onlar nəyə allandılar? Onlar deyir şeytanın, yəni qürrətinə, şeytanın onları allamasına allandılar. Çünki hamı bilir ki, İbn Cövzi də Təlbis İlbis kitabından gətirir ki, həqiqətən də şeytanın bu xavacı allatmasının da səbəblənən biri oydu ki, şeytan onları yəni allatmışdı. Yəni şeytan onlara o əməlləri gözəl göstərmiş ki, hansı ki onlar haqdadılar, onlar dedikləri düzdür, hansı ki həqiqətdə isə onlar şeytanın qüruruna yəni allamışlar. Və onlardan da demək olar ki 9 nəfər sağ qaldı və o 9 nəfərdən də sonra isə yəni qalan, yəni xavaricə törəndi və həmçində bu xavariclərdən sonra bu fitnə təkfiri demək olar ki rafizlərə keçdi və onlardan sonra necə ki İbn Teymiyyə rəhməhullah buyurur ki, yəni rafizlər demək olar ki bütün sahabələr, 4 nəfərdən başqa bütün sahabələr yəni təkfir edilər, onları mürtəd olduqlarını iddia elədilər və onlardan sonra bu fitnə ümumiyyətlə bütün bidət əhlinə keçdi, hansı ki onlardan qədəriyyələr, cəhmiyyələr və ilaxır və s. hansı ki İbn Cövzi rəhməllah buyurur ki, əhl-i bidət, hansı ki onların tərkibində xavariclər, rafizlər, cəhmiyyələr, qədəriyyələr, bunlar deyir, 7 nəfəri bir məclisdə toplaşdılar, 7 nəfər bir məclisdə toplaşdılar və o məclis dağıldı nə ilə? Hansı o 7 nəfər hamısı bir-birlərini təkfir eləməklə aydındır. Ancaq necə ki İbn Teymiyyə və başqa alimlər buyurur, onlar özləri yəni əhl-i-sünnəni təkfir eləməyinə baxmayaraq, əhl-i-sünnələri onları neynəmir? Yəni təkfir eləmir. Çünki zülmü zülmlə, yəni zülmlə yəni qaytarılmır. Çünki onlar üçün artıq təkfir adi bir şeydir, yəni heç bir dəyərsiz bir şeydir. Hansı ki, bu günlərdə də görürsən ki, məsəl üçün təkfir əhli ağız dolusu çəkinmədən filankəs kafir, onu mən demişəm, o mənlikdir. Filankəs onu mən demişəm. Yəni bunlar bunu adi bir şeysə, hansı ki onlar vallahi deyirəm, həqiqətdə onlar o təkfirin nə qədər şiddətli olduğunu bilsədir, hansı ki, Peygəmbər buyurur ki, bir mömini, bu hədisi Tabara ilə Əhməd rəvat edib ki, bir mömini, müsəlmanı təkfirdə ittiham eləmək onun ölümü kimidir. Başqa isə Peygəmbər buyurur ki, əgər bir qardaşın kafir desə, o söz qalxar yuxarı. Əgər öz yiyəsi o kafir olmasa, o söz qayıdar o deyilən adama. Və bu da İbn Abbas deyir ki, o insan necə ola bilər artıq o kafir ona qayıtsın? Deyir Allah Subhanahu onun axirətə, yəni ölümünə yaxın əməllərini, yəni artıq get-gedə əməlləri itər ondan və tədricən o insan mürtəd kimi elə. Bu günlərdə görürsən ki, həqiqətən də yəni vaxtında o təkfir ellər görürsən ki, get-gedə əməlləri azalır, çoxalır. Niyə görə? Çünki görürsən ki, vaxtında fitnəyə qoşulmamışdan qabaq sünnələr əməl eləyirdi, sünnə namazlarını qılırdı, cümələr, saqqal, filan, besməkan və görürsən ki, tədricən fitnəyə qoşa, o da etap hissə olur. Hissə, yəni ki, o hissələrdən də biri nədir? İnsan ən birinci etiqad eləsin ki, namaz qılmayan kafirdir, qutardı, yetdi. Namaz qılmayan əti yeyilməz, qutardı, yetdi. Yəni, demirsən kafirdir ya, namaz qılmayan, əti yeyilməz, bu sənə bəs eləyir. Bu, o qapını açmağa bəs eləyir və bu qapı ilə də insan, həmin o təkfirçilər, o bidət əhli, bu qapını açdınsa, o bir qapıları da bağlayıb, o bir qapılar hökmən asılır. Çünki artıq sən o ilə nəyə qəbul edin? Namaz qılmayan əti yeyilməz, sən kafir demirsən. Sən ki, namaz qılınan əti yeyilməz, bu nə deməkdir? Sən o nə görürsən ki, o yeyilmir? Ya müsəlman, ya kafir. Əgər 20-sə deməli nədir o insan?
yəni kafirdir. Bunu sən deməsən də belə tədricən bundan sonraki əhkamlar sən üstə yığılacaq. Sən axırda nə olacaqsan? Qapı açıldı sənin üçün, o filandır, bu belədir, ağız dolusu yorulmadan danışacaqsan. Və bu da tədricən səni nədən vadar eləyəcək? Sonra gələcək növbəti hissə. Azərbaycan Darül-İslam Darül-Kufr, deməli Darül-Kufrdır. Kafirlər isə Darül-Kufrdır. burada cümə qılmaz, çünki Peyğəmbər Məkkədə cümə qılmırdı. Burada başqa əməllər də olmaz, saqqal getdi. Burada həcc də olmaz, çünki Darül-Kufrdır, həcc də getdi. Belə baxsan, oruc da tədricən əməllərin gedir, getmir. Və tədricən elə olacaq ki, namazları cəmə eləyəcəksən, sünnələri tərk eləyəcəksən, sonra namazları bir yerdə qəza eləyəcəksən və tədricən. Çünki sən əgər bu etiqadla yaşayırsansa, sən gündəlik bayıra çıxmaqla sənin gözün qabağındakı hamısı kafir, istər anın olsun, istər bacın olsun. Hamısı kafirdir sənin üçün, aydındır. Və sən belə kafir müstəmdə yaşamağınla da artıq sən onları kafir görməyin yetir ki, sən artıq bütün əməllərdən üz döndürəsən və tədricən sən artıq əməllərdən uzaqlaşacaqsan və demək olar ki, Allah qorusun ki, sən hansı əməl üzərində yəni öləcəksən. Ona görə də İbn Abbasın sözü həqiqətən də haqlıdır ki, və bu günə də görürük ki, həqiqətən də o təkfirdən ağız dolusu danışanlar birini də görmərsən ki, yəni nafilə əməllər yerinə yetirsinlər və ya da ki, zahiri sünnələr yerinə yetirsinlər və bu da qıraqdan baxın, onunla cahil arasında heç bir fərq olmadan görsün. Və onlar həqiqətə deyirlər ki, səbr el, nəyə səbr el? Heç bir şey eləmir ki, səbr el. Bəli, eləmirsən. Çünki sən əməl eləsəydin, sən səbri bilərdin. Sən əgər bu sünnələri yerinə yetirsəydin, sən çətinlik yox. Amma sən cahil kimi özü aparmaqla, cahil kimi özü təlbis eləməklə, necə deyərlər, təqiy eləməksən də heç bir fərqi olmur. Yəni, sənin canın heç bir fərqi olmur və ona görə sən heç bir sınaq imtihanı da görmürsən. Aydın, amma ki, sən geçsən, o əməlləri yerinə yetirsən, sən həqiqətən də sınaq da görərsən, çətin də görərsən, onda sən bilərsən ki, insan yəni nəyə səbr eləyər. Və demək olar ki, bu fitnə sonlardan tədricən bu xavaricdən sonra rafizlərə, qədəri ilə, cəhmi ilə beləncə gəldi keçdi və demək olar ki, və bugünkü günümüzdə də bu təkfir fitnəsi artıq yəni baş qaldırdı və bunu da inşallah yəni öz mövqeyində danışacağıq və bunlardan əvvəl biz nəyi öyrənməliyik? Yəni həqiqətən də o təkfirçilərin və ya ki, bidət əhlinin bu mövqeyə gəlib çıxmaqları onların yəni imanın, həqiqi imanın nə olduğunu yəni bilməmələr. Yəni həqiqi iman nə deməkdir? Və hamı bilir ki, ümumiyyətlə İslamda yəni 3 dənə çərçi var, yəni İslamın 3 mərtəbəsi var. Onun birinci mərtəbəsi hansı mərtəbədir? İslam mərtəbəsi, hansı ki, İslam dairəsi, yəni ən geniş dairə. Yəni ki, yetər ki, insan La ilahe Muhammedən Rasulullah kəlməsini deməklə insan bu dairəyə daxil olur, yoxsa olmur. Aydındır. Çünki Peyğəmbər o zaman Abdullah ibn Məsudun hədisində buyurduğu kimi, əgər bir kəs La ilahe Muhammedən Rasulullah deyərsə, gəlməsini deyir, o artıq deyir, məndən öz qanını, yəni azad etmiş olar, yəni ismətli etmiş olar 3 şeydən başqa və orada da buyurur ki, yəni zinadan başqa və ya da ki, cəzadan başqa və ya da ki, yəni cəza nə deməkdir? İnsan kimi söyləyibsə və ya da hansısa bir şey eləyibsə ona hökm tətbiq olması. Üçüncü də deyir ki, yəni cəmaatdan uzaq düşməsi və ya da bir rivayətə gəlib ki, mürtəd olması. Bu haldan başqa onun yəni qanı haramdır. Həmçində Muaz ibn Cəbəlin hədisində Peyğəmbər s.ə.v Muazı Yemenə görəndə nə buyurdu? Deyir ki, əvvələ mə kuntu təd'um ilə kəliməti şəhədən la ilaha və anna Muhammedən Rasulullah. Ən birinci onları nəyə çağır? La ilaha Muhammedən Rasulullah kəlməsi. Aydındır. Və bu da onu göstərir ki, ən birinci çərçivə, yəni la ilaha çərçivəsi hansı insan bu kəlmə-i şəhadəti deməyən artıq, yəni bu çərçivə yəni daxil olur və sonra da bu çərçivəsini, yəni bu dairəni insan möhkəmlədir nə ilə? İslamın başqa əməllərini və ondan da sonra gəlir namaz, ondan sonra həc, oruc, zəkat və əl-əxirə və s. Və bu da 5 ərkan, yəni İslamın ərkanıdır və bu ərkanların birində, o da kəlmə-i şəhadəti ki, onda ittifaq ediblər ki, bunu tərk eləyən yəni ki, kafir salir. Ancaq başqa 4 ərkandan olan namazda ən böyük ixtilaf namazdadır ki, orada da namaz barəsində də 4 məzhəb alimlərindən, yəni Əbu Hənifədən, Malikdən, Şafidən, Əhməd ibn Həmbəlin 4 məzhəbdən, yəni Həmbəliyə görə, Əbu Hənifə məzhəbinə görə, Malikə, bir də Şafiyə görə bu insan kafir sayılmır və Əhməd ibn Həmbəldən də 5 rəy gəlib bu məsələdə. O 5 rəyin birində o insan, yəni kafir kimi yəni ölür. Aydındır. Və bu da bugünkü Saudiya dövləti də demək olar ki, bu Əhməd ibn Həmbəlin 5 rəyindən yəni birini götürüblər və o da ona görə də o dövlətdə namaz qılmayan hökmü kafirdir. Ancaq ümumiyyətlə həqiqətdə isə o dəlilləri araşdıranda namaz qılmayanın
hökm var sən dəlillərə gələndə və görürsən ki, insan daha yaxındır ki, küfrə getməsi, yəni daha yaxşı. Bu baxımdan da görürsən ki, Abdullah bin Şixirin hədisi, yəni tabinlərdən, böyük tabinlərdən, onun hədisində, başqa hədislərdə, həmçində sahabələrin özlərinin arasında olan, yəni rəyə görə, ümumiyyətlə, onlar namazdan başqa əməli, yəni küfür, yəni saymaz. Hətta Peyğəmbər s.ə.v, yəni cəmaət namazına iştirak eləməyənlərin əmr eləmiş ki, deyik, əgər mən deyir, olmasaydı, onların evi nə inərdim? Yəni, əgər evlərində deyir, onların arvad-uşaq olmasaydı, mən nə inərdim? Onların evinə, yəni od vuradım. Və baxımdan, həqiqi mənada, yəni başqa dəlillərə də baxanda ki, o zaman ki, insan la ilaha kəlməsi onu qurtaracaq, ondan sonra qiyamət üçün 99 sicil, yəni 99 dəftər hədisinə baxanda və ya da ki, başqa, yəni fiqhi məsələləri araşdıranda və ya da ki, dəlilləri hamısını cəm eləyəndə və görürsən ki, həqiqətən də namazı inkarən yox, səhlənkarlıqla atanın, yəni kafir olmaması da dəlilləri artıq mübarizdir, barizdir, yəni artıq o dəlillər də üstündür və ona görə də insan daima çəkinməlidir və bilməlidir ki, yəni namaz vacibətlərdən biridir, hansı ki, qiyamət günü də cəhənnəm əhlindən soruşanda ki, məsələkəkum fi səqar qalu məkunna minəl musallin, onlardan soruşanda ki, siz bu cəhənnəmə düşməyə vadar nə elədi, onlar nə deyəcəklər? Deyəcəklər, biz yəni namaz qılanlardan deyilik və ona görə insan çalışsın, yəni bu məsələyə ciddi yanaşsın, səhlənkarlıq eləməsin. Çünki ümumiyyətlə bu mühüm məsələdir, çünki 5 ərkandan biridir, hansı ki o ərkan ki, hansı ki o barədə alimlər böyük ixtilafa artıq düşmüşlər, o insan kafir yoxsa kafir deyil və hər bir halda insan bunu yəni özünə şüar tutub hər bir namaz qılıb, yəni kafir eləməli deyil və yaxud da ki, çünki dedik ki, əgər məsələ səhlənkarlıq ucbatındandırsa, əgər insan onu inkar edirsə, inətkarlı ondan üz döndərirsə, mürtəddi eləyirsə, o başqa məsələ, onda bütün alimlər ittifaq edirlər ki, nəinki namaz, hətta hər hansısa bir əməli inkar eləmək, yəni onu halal görmək, o insanın yəni kafirliyinə yəni yetər. Yəni orada təkcə namaz deyil, hər bir şəriətdən vacib olan əməllər də yəni buna aiddir. Və biz bilməliyik ki, imanın həqiqəti nədir və dedik ki, həqiqətdə yəni İslamın çərçivəsi genişdir və o da la ilahe illallah kəlməsini o insan o çərçivəyə daxil olur və sonra bu İslamını möhkəmləndirmədən ötəri insan digər ərkanları yerinə yetirməklə insan artıq İslamı möhkəmlədir və tədricən əməllərin çoğaldığı insan, yəni ikinci, yəni ihsan, yəni muhsin, yəni dairəsinə yəni daxil olur. Və hansı ki, buna dair də, yəni Quran-ı Kərimdə də ayələr də var, hansı ki, ərəblər deyəndə ki, qalul ərabu əmənnə deyirlər, biz iman gətirir. Allah s.ə. nə dedi? Dedi, deməyin, yəni iman gətirin. Bəl deyin ki, əksinə nəyin? Deyin ki, biz təslim oluruq. Hələ deyir, iman, yəni sizin yəni qəlbinizə yəni daxil olun, aydındır. Həmçində başqa hədisdə ki, Allah s.ə. deyir ki, əl-musliminə vəl-muslimət vəl-mu'minə vəl-mu'min. Allah s.ə. deyir ki, müsəlman kişi və müsəlman qadınlar və deyir, mömin kişi və mömin qadın. Burada Allah s.ə. nəyə ayırdı? Müsəlmanla müminin yəni ayırdı. Həmçində hədislərdə də Peyğəmbər s.ə.v yəni bir gün qəniməti paylayanda bir nəfərə vermir, hansı ki o bir nəfər yaxşı görsənir, döyüşdə yaxşı görsənirdi və Peyğəmbər s.ə.və bir sahabə qayıdır, deyir ki, ya Rasulullah, niyə görürsən onu vermədin? Həqiqətən də mən onu yəni mümin kimi görürəm. Peyğəmbər deyir ki, avələ muslimən, deyim, bəlkə müsəlmandır, bəlkə müsəlman kimidir. Deyir, yox, ya Rasulullah, mən onu mömin kimi və Peyğəmbər deyir ki, bəlkə müsəlman kimidir. Və bu da onu göstərir ki, həqiqətən də, yəni Peyğəmbər özü də öz hədislərdə deyinərdi, yəni müsəlmanla mömini yəni ayırardı. Həmçində hədisdə də gəlmişdir, yəni Cəbrailin yəni məşhur hədisində gəlib, orada deməli Cəbrail əleyhissalam gəlib orada Peyğəmbər suallar verəndə, İslamla ehsana ayıranda və orada birinci İslamdan başa saldı, soruşdu, cavabını aldı və sonra da imandan və sonra da nədən? Yəni ehsanan mühsinlər. Və bu da onu göstərir ki, bu həqiqətən də yəni İslamın çərçivəsi, yəni mərtəbəsi üçdür. Birinci İslamdır, yəni müsəlmançılıqdır və sonra isə mühsin, ehsan təbəqəsidir və sonra da hansıdır? Yəni ikinci mömindir və üçüncü hansıdır? Yəni ehsan, yəni dairəsidir. Və bu baxımdan biz həqiqətin, imanın həqiqi səbəblərini öyrəndə biz ümumiyyətlə öyrənməliyik ki, bu iman əhl-i sünnədə iman nə deməkdir? Ümumiyyətlə, məsələn, baxsaq, görsək, Əhməd ibn Həmbəlin rəyinə görə, Əhməd ibn Həmbəl buyurur ki, əl-imanı qovlun və əməl yezidə və yanqus. İman deyir, qovul, söz və əməl,
əməldir, hansı ki, o qalxır və düşür. Düzdür, bəzi sələflərin rəyinə baxanda siz görür ki, orada deyirlər ki, iman nədir? Qovlun və əməlin və etiqad. Aydındır. Burada o etiqad sözü aid olur, ancaq bəzi sələflərin bu iman barəsində rəyində görürsən ki, deyirlər iman söz və əməldir. Və burada əməl etiqad demir və buna görə də burada isə etiqadda isə, əməldə isə iki əməli aid edirlər. Deməli, qəlbin əməli və o da etiqaddır və bir də cəvarihəl əlmi, o da nədir? Yəni, İslamın əməlləridir. Yəni, burada heç bir ziddiyyət yoxdur. Yəni, hər iki düz. Həmçində, Əbu Bəkir Əcuridə, yəni öz şəriət kəmdə buyuruyor ki, الإيمان تصديق بالقلب وإقرار باللسان وعمل بالجوارح ولا يكون مؤمنا إلا بأن تجمع في هذه الخصال الثلاث. Yəni Əbu Bəkir Əcuri buyurur, bu da keçmiş sələflərdən də buyurur ki, iman deyir qəlblə təsdiq eləmək və dillə onu iqrar eləmək və bədən üzvlərlə, cəvallə o əməlləri yerinə yetirmək və deyir, insan mümin olmaz, hətta bu üç dənə sifəti bir yerə cəm etmir. Aydın, çünki bunlardan biri naqis olarsa, o əhl-i sünnəyə görə mömin sayılmaz. Həmçində İmam Buxarinin də məşhur sözü var. İmam Buxari buyurur ki, mən deyir artıq mindən yuxarı elm əhlinə qarşılaşım. Çünki ümumiyyətlə hamı bilir ki, İmam Buxari ən böyük mühəddislərdən idi və onun da şeyxlərinin sayı mindən yuxarı. Və şeyx də bu demək deyir ki, insan birinin yanında 30 il, 20 il oxusun. Yəni sələflərin islahına görə bir insan, bir nəfərdən bir dənə hədis eşitməsi artıq nə olurdu? O insan üçün şeyx sayılırdı, aydındır. Və ona görə də görürsən ki, İmam Buxarinin tərcüməsini yazanlar deyir ki, onun mindən yuxarı şeyx olub. Yəni mindən yuxarı dərs aldığı, hədis öyrəndiyi adamlar olub. Və İmam Buxari buyurur ki, mən deyir, mindən yuxarı elm əhlini gördüm və sayır. Hicaz Məkkə, Mədinə bir də onun arasında olan yerlərdir. Deyir, Hicazdan, Məkkədən, Mədinədən, Kufadan, Basradan, Bağdaddan, Şamdan, Misirdən, deyir, onlardan deyir, minlərdən çoxunu gördüm. Onlardan toplum halında da gördüm, tək halında da, fərd halında da gördüm və onlardan, necə deyərlər, bir-birindən sonra yaşayanları da gördüm. Yəni, çünki, ümumiyyətlə, mustalahda belə bir şey var, əsri ceylə bölər, ceyl də 30 il deməkdir. Yəni, bir insan əgər 60 il yaşasa, bu artıq əsrin iki hissəli adamlarını görüb. Ona görə İmam Buxari buyurur ki, mən bir əsrdə iki sinif insanlar görüb. Birinci ceylən, ikinci ceylən insanlarını da gördüm və onlar hamısı nəyə deyirlər? Onlar hamısı ixtilaf elm, hamısı bircə söz deyiblər ki, iman nədir? İman qovl və əməldir. İman qovl və əməldir. Yəni, iman demək, bir də əməldir. Əməl dediyi burada qəlbin əməli, bir də bədən üzvlərinin əməlləri daxil. Həmçində Əbu Zura Razi, Əbu Hatim Razi, onlar da buyururlar ki, biz bütün şəhərlərdən alimləri gördük və onlardan İraqda, Şamda, Yəməndə və onlar hamısının məhzəbi nə idi? İman, qovl və əməl, iman demək və əməl eləmək və qalxır və düşür. Yəni, iman qalxır və düşür. Yəni, düzdür, ondan İbn Qeym də bu mənədə rəyi var ki, İbn Qeym də rəhməllah buyurur ki, İnnəl ubudiyyə munqasmətən aləl qalb və lisan və cəvari və alə kulli minhə ubudiyyətun təxussuhu. Yəni, İbn Qeym buyurur ki, həqiqətən də qulluq siması, qulluq sifəti üç qismə bölüb, hansı ki, qul kimi əməl eləməlidir, qəlbən olan əməllərə, dinlə olan əməllərə və bədən üzrə olan əməllərə. Bu da onu göstərir ki, İbn Qeym də rəhməllah, həmçinin İbn Teymin də burada rəyi var, hansı ki, onlar hamısı onu göstərir ki, iman, demək, əməl eləmək, bir də, etiqad eləmək. Bu üç şey, bütün əhl-i sünnənin rəyidir. Həmçinin Şeyx İslamın da bu mənada rəyi var. Yəni ki, ümumiyyətlə əhl-i sünnədə orta əqidəsi hansıdır əhl-i sünnənin, iman barəsində orta əqidəsi hansıdır? İman demək, əməl eləmək, bir də etiqad eləmək. Aydındır, əgər əhl-i sünnədə kimdənsə gəlsə ki, iman qovlun və əməl, etiqad olmasa, burada artıq etiqad həmən o qəlbin, əməlin içinə aid olur. Yəni, əməl deyəndə orada bədən üzvlərinin əməli, bir də, necə deyərlər, qəlbin əməli, buna aiddir. Və bu baxımdan, bu əhl-i sünnənin, etiqadıdır, iman barəsində etiqadıdır və gəlin görək murciələrə görə, iman nədir? Və murciələrə görə isə iman, murciələr ümumiyyətlə əməli imandan, qırağa salırlar və onlar əməlin, imandan olmadığını iddia edirlər. Həmçinin onlara görə iman hissələrə bölünmür. Çünki biz desək ki, əgər iman qalxır və düşür, bu nə deməkdir? Yəni, iman artıq bir şey deyil. İman qalxa da bilər, düşə də bilər, aydındır.
Və ancaq murciələr görürsə iman, yəni bir şeydir, o qalxıb düşməz və o hissələrdə bölünməz və o heç bir artıq və ya nöqsan qəbul eləmir. Aydındır? Və bu baxımdan da onlara görə əgər bir kəs iman gətirsə, hətta hansısa günahları eləsə də belə, onun imanı Əbu Bəkirin, Ömərin, Osmanın, Əlinin filan və s. ki, sahabilərin imanı kimi. Aydın, onların imanı, yəni hansısa bir fasiqin imanı ilə Əbu Bəkirin imanı, yəni biridir. Çünki onlar, yəni imanın hissələrə, ondan sonra cüziyyətlərə, yəni ayrılmadığını, yəni deyirlər. Və bu da onların, yəni necə deyərlər, azınlıqlarından biridir. Həmçində onlar əməli, yəni imanın aid eləmədiyinlərə görə buna da təxir deyirlər və bu da ircədir. Yəni ircədir ki, yəni bu da gecikdirmək deməkdir və buna görə də onlar, yəni murciə buna görə adlanıblar. Və həmçində bunlardan da sonra isə murciələr özləri də sonradan tədricə, yəni qismlərə bölünür və bunlardan isə birincisi cəhmiyyələr olur ki, onlar dedilər ki, iman təkcə qəlbin bilməsidir. Əgər murciələr özləri, yəni deyirdilərsə ki, iman, necə deyərlər, hissələrə bölünmür və ya əməli imandan daxil eləmələri, artıqsa cəhmiyyələr iddia edirlər ki, qəlbin bilməsi, qəlbin imanı tanıması yetər ki, o insan, yəni mömin olsun. Hətta orada, necə deyərlər, qəlbin, dilin nitqi olmasa belə, əməllərin göstərməsə belə o insan artıq, yəni mömin sayılır. Və həmçində bunlardan da sonra isə, yəni xavaricilərə gəldik. Ondan sonra onların növbəti isə qismi isə, deyil, 3 qismi ailər, onlardan biri də karramiyələrdir ki, və onlar dedilər ki, yəni iman, yəni qəlbin deməsi deyil, iman dilin nitqidir. Yəni təkcə dillə demək, hətta qəlbində etiqad eləməsə belə, əməlində olmasa belə o insan nə sayılır? Yəni mömin sayılır və həmçində 3-cü qismlərdə murciətül fuqahalardır ki, yəni fəqih murciələrdir ki, onlar isə dedilər ki, iman yəni qəlblə təsdiqdir və dillə deməkdir və onlar isə imanın, necə deyərlər, bir-birindən üstün olmasını, yəni qəbul eləmədilər. Bu baxımdan da onlar əməli imana aid eləmədilər və onlar isə buna görə də onlar fəqih murciələrdən sayırlar və bunlar da Həmməd ibn Əbu Süleyman, Əbu Hanifə və başqa, yəni Kufanın fəqihləri, yəni bu sinif aid olurlar. Çünki Əbu Hanifə 4 məzhəbdən, yəni məzhəbdən birinin, yəni alimidir və Əbu Hanifə isə, yəni bütün etiqadları demək olar ki, Əhlüsünnə etiqadına tamamilə uyğundur. Sadəcə onun bu iman məsələsində, yəni imanı, yəni əməli aid eləməsinə görə Əbu Hanifə rəhməhullahını, yəni murciətül fuqahalar, yəni sinifinə, yəni aid edildi. Və növbəti, yəni firqə olan, yəni xavaricə və hətta ki, mu'təzilər, bunlar hansı etiqadlarına görə ayrıldılar və bunlar da demək olar ki, tamamilə murciələr kimi eyni etiqadda olsalar da, çünki onlara görə də iman, necə deyərlər, iman hissələrə, cüziyyətlərə bölünmür, iman bir şeydir, qalxmaz və düşməz. Əgər insan bir əməl eləməklə, necə deyər, əgər murciələr deyirdilərsə ki, iman elədi və onun imanı Əbu imanla bir oldu və o insan nə qədər günah eləsə də onun imana təhsil eləməz. Xavariclər onların əksinə. Xavariclər deyirlər ki, iman bir şeydir, qalxmaz və düşməz hissələrə, cüziyyətlərə bölünməz. Ancaq və onlar murciələrin əksinə olaraq nə dedilər? Deyirlər, əgər ondan bir dənə günah eləsələr, bütün hamısı gedir. Aydındır və baxımdan da, yəni xavariclər mu'təzilərlə bu qismdə cəmləşdilər və onların ikisinin arasında isə bir dənə fərq var. Fərq də ondadır ki, o həmən insan onların əqidəsinə görə asil eləyən zaman artıq mürtəd olur, sadəcə yəni kafir olur və xavaricə görə onun bu dünyada hökmü, yəni kafirdir. Ancaq mü'təzilə görə onun bu dünyada hökmü iki mənzil arasında axirətdə isə yenə ittifaq elədik ki, o isə nədir? Yəni əbədi, yəni cəhənnəmlidir. Və baxımdan, yəni bu üç firqə arasında dedik ki, murciələr, ondan sonra cəhmiyyələr, xavaricilər, mu'təzilər və əhl-i-sünnə arasında hansı fərqlər yarandı, hansı xatalar yarandı və həqiqətdə isə bu xatalara baxanda necə ki, sələflərdən biri buyurur ki, onlar həqiqətən də bu xataların, yəni necə deyərlər, hədislərdən azlıqlarını, yəni bu cür firqələrin bu hədisləri düzgün başa
düşməməklərindən irəli gəldilər, ispat elədilər və baxın, hansı ki, Peygəmbər buyurur ki, lə yəzni zən hinə zən yəzni və huvə mu'min. Peygəmbər deyir ki, zinakar, zina edən insan, zina edən zaman mömin olmaz, hansı ki, o zaman yəni zina eləyir. Yəni, nə başa düşülür buradan? Yəni, mömin insan zina eləməz. Aydındır. Çünki hədisdə nə deyir? Deyir, lə yəzni zən hinə yəzni və huvə mu'min. Yəni, insan zina edən zaman o, yəni mömin olmaz. Düzdür, bu hədisin də təfsirlərində alimlər bir neçə rəy deyirlər, hansı ki, rəylərdən biri odur ki, o insan zina eləyən zaman onun imanı qalxar. Zinadan sonra imanı bir də düşər və bəzi təfsirlərdə və çoxsa bu təfsiri götürür ki, yəni insan, yəni o zina eləyən zaman, çünki asilik nəyin şöbələrindəndir? Yəni küfrün şöbələrindəndir. Çünki necə ki, əməllər imanın şöbələrindensə, asiliklər də yəni küfrün, yəni şöbələrindəndir. Çünki bu tədricən inşallah, yəni növbəti dərslərdə yəni daha geniş inşallah bu barədə yəni danışılacaq. Çünki asiliklər də yəni küfrün, yəni şöbələrindəndir. Və baxımdan da ən birinci, yəni əhl-i-sünnə ilə onların arasında olan, yəni ixtilaflardan biri o oldu ki, deməli, 3 məsələ barəsində onlar yəni ixtilaf elədilər və birinci məsələ odur ki, əhl-i-sünnəyə görə iman hissələrə bölünür. İman hissələrə bölünür, çünki bildik iman qalxır və düşür və Əbu-Bəkir imanı ilə başqa sahabənin imanı və hətta ki, bugünkü dövrdə də insanın imanı yəni bir olmaz. Çünki bəziləri iman gətirir, necə deyərlər, bəzi əməllər edərlər, imanları daha yüksək olur, bəziləri əməllər az edərlər, imanları biraz aşağı olur və hətta bunu insan özü də hiss edir. Çünki, məsələn, Muaz ibn Cəbəlin Huzeyfə radiyallahu anh hədislərində deyir ki, oturanda deyir ki, gəlin gedək imanımızı qaldıraq. Yəni, gör nə deyirlər, gəlin gedək, yəni imanımızı qaldıraq. Hətta insan özü də, məsələn, özündə belə hallar keçirdir ki, subhanallah, məsələn, həcdən gəlində imanım qalxmış, yenə gəldim, bura düşdü. Və yaxud da deyir ki, ibadəti eləyən zaman, deyir, məsələn, oruç, Ramazan ayında imanım qalxır. Bunu kim deyir? Onun üçün, nədən hiss edir bunu? Özündən. Bilir ki, asilərə baxmır, haramlara baxmır, filan şeylər eləmir, filan şeylər eləmir. Çünki nəyə görə orucun batı olmasından çəkinir. Bilir ki, əgər oruç tutsam, mən geçsəm, haram şeylərə baxsam, günahım bataram, orucumdan mənə bir dənə aclıq qalar və hətta ki, belə başqa əməllər, o əməllər, yəni nəyə göstərir? İnsan özü də hiss edir ki, yəni bunun əməli qalxır və əməli hərdən düşür, aydındır. Və bu da insan özü də hiss edir. Və buna görə də bu müxaliflərlə bunlar əhl-i-sünnə arasında, yəni birinci fərq ondadır ki, əhl-i-sünnəyə görə iman qalxır və düşür və hissələrə bölünür. Əgər imandan bir hissə gelirsə, tamamilə getmir, aydındır. Yəni iman, insan imanı hərdən qalxır, hərdən düşür, hərdən hansı əməllərində imanı qalxır, hərdən asilə etdikcə onun imanı düşür. Və ikinci məsələ odur ki, əhl-i-sünnəyə görə əhl-i-sünnə, yəni birinci məsələ oydur ki, iman, yəni hissələrə bölünür, iman bir şey deyil, çünki Peyğəmbər sallam imanın şöbələrinin boyuna dedi ki, əl-imanı bid'un və sabunə şöbə və bir rivayətə gəlib ki, bid'un və sittuna şöbə, yəni iman deyir 70 neçə və ya 60 neçə, yəni bölmədir. Və bu barədə həqiqətən də, yəni alimlər bu 70 rəqəmin barəsində söhbət əhl-i-sünnə alimlərindən gedir. Yəni bu barədə bir neçə rəy söyləmişlər və bəziləri deyir ki, bu 70 rəqəminin deyir, heç bir məhfum, heç bir başa düşüləcəyi yoxdur. Yəni 70-dən də çox ola bilər. Məsələn deyir ki, ümumiyyətlə deyir, ərəblərdə belə adət var. Ərəblər 70 rəqəmini və ya 7 rəqəmini misallarda çox çəkir. Məsələn, Allah Subhanahu Quran-ı Kərimdə müşriklər barəsində nə deyir? Deyir, və in təxfir ləhum səb'inə mərə lən yuxfərə ləhum. Nə deyir? Hətta deyir, müşriklər 70 dəfə dua eləsən onlar bağışlamır. Yəni bu nə demək? 71 dəfə eləsən bağışlanacaq, bağışlanmayacaq. Yəni bağışlam, yəni 70 burada məhfum rəqəm deyil, aydındır, aydın. Və hətta ki, həmçində Peyğəmbər sallallahu özünün də məsəl üçün bəzi hədisədə 7 rəqəmini işlətməsi və bəzi deyir ki, burada deyir 70 deyir məhfumdur. 70 burada qəsdi var. Çünki Peyğəmbər sallallahu demək ki, iman 70 neçə və 60 neçə, burada deyir 70-in qəsdi var. Çünki İbn Hibban hansı ki, Səhih kitabını yazan İbn Hibban rəhməllah buyurur ki, mən deyir bu hədisi oxuyanda deyir istədim ki, bu imanın şöbələrini cəm eləyim. İmanın şöbələrini cəm eləyim. Və deyir, baxdım ayə hədisləri, gördüm bunlar çoxdur, həddən artıq çoxdular və deyir, əlimi uzatdım Qurana və deyir, Quran ayələrini bircə oxudum, qulaq asın, deyir, bircə oxudum və orada Allah subhanahu ta'ala hansı məsələ iman deyirsə onları cəm edir. Məsələn, Allah subhanahu buyurur ki, Allah subhanahu orada
İnnallah yudi'u imanakum. Yəni orada iman sözü Allah Təala deyir ki, Allah sonra sizin imanınızı nə etməz, hədər etməz. Bu da iman nə mənasındadır? Yəni namaz barəsində. Çünki onlar üzü qibləyə, onlar hara qırdılar namazlarını? Onlar Qüdsə tərəf. Və qiblənin dəyişilməsindən isə onlar dedilər ki, bizim əməllərimiz batıldır və Allah sonra bu ayə nə etdi? Bu ayə nazil edir. Və hətta başqa ayədə Allah Subhanahu hansısa bir əməli imandan sayması aydındır. Məsələn, imandan o olması, buna olması və o İbn Hibban deyir ki, Allah Subhanahu Quran-Kərimdə bir ayələri bir oxudum və hansı məsələyə, hansı işə iman dedisə, onları cəm elədim. Və deyir, sonra Qurandan qutardım, keçdim sünnələrə və bütün hədislərdən, ondan sonra bütün hədis toplum kitablarından Peyğəmbər hansı məsələlərə iman deyibsə, onları cəm elədim və deyir, sonra artıq yəni Quranla müzakirə elədim. Eyni şeyləri sildim, yəni eyni şeyə Quranda onları sildim və onların arasında cəm elədim və gördüm onlar neçə dənədir? 70 neçə dənədir. Aydındır. Və bunu onun üçün bir neçə alimlər bunu cəm eləyiblər və sonra bu onun yəni bu həqiqətən də çox böyük bir həcmli kitab idi və onu sələflərdən biri bunu qısaltmış, formaya salmışdı. Sadəcə o necə ki Abdurrazaq buyurur ki, o kitab deyir artıq itmiş. Yəni bizim əlimizdə yoxdur. Ancaq buna baxmayaraq başqa alimlərdən olan Beyhəqqi rəhməhullah o da yəni imanın şöbələri yəni bir yəni məşhur kitabı var Şuab-ül İman. Yəni çox böyük həcmli kitabdır və onu da müasirlərdən biri onu müxtəsər elib onu bir cildə yəni gətirib çıxardıb. Və onu göstərir ki, həqiqətən də bu 70 Peyğəmbərin 70 deməsi, imanın şöbələrinin 70 deməsi həqiqətən də burada yəni qəsdi var. Hansı ki İbn Hibban kimi alimlər yəni bunları cəm edir və görürlər həqiqətən də imanın şöbələri 70-dən çoxdur. Və bu da onu göstərir ki, yəni hər bir əməl imandandır. Məsəl üçün, həya imandandır. Ondan sonra məsəl üçün, yoldan əziyyəti götürmək və hətta ki, nafil əməlləri yetirmək. Məsəl üçün, götür insan, bir insan əgər təkcə fərzlərlə kifayətlənirsə, digər insan fərzdən və sünnələri qılır. Hansı o əməli eləmək imandan deyil. Yəni bu insan imanı ondan yüksəlir. Və hətta bir insan bir əməli eləmir. Ola bilər utanır, ola bilər ki, hələ o səviyyəyə çatır. Çünki məsəl üçün çoxsunu hansı əməldən başa salanda hələ görsən ki, hələ hazır deyil. Yəni kim ki birdən-birə İslam'a gəldi, dərhal öyrənmədən necə deyirlər, baxan kimi birinə dərhal hər şey eyni momentdə yerinə yetirmək istəyirsə, o insan görsən tədricən də İslamın da elə tez çıxmağa elə tez olur. Niyə görə? Çünki o dərəcəyə, o səviyyəyə çatmaq, onu başa düşür. Ona görə biz məsəl üçün İslam'a təzə gələn insana demirik, onu saqqalı sağla, balağı qısat, onu elə, bunu elə, demirik, sən onu at, bunu at. Ola bilər insan məsəl üçün siqaret çəksin və hətta ki, haram yerdə işləsin, falan etsin, bilsin. Biz demirik onu at, bunu at, onu at. Niyə görə? Çünki birdən-birə o insan İslamda təzədir. O elə təzə öyrənmək istəyir. Sən birdən-birə ona hər şey yükləsən, o şeytan ona vəsvəsə eləyəcək. İslam nəticədir, heç nə olmaz ki burada. Amma əlhəmdülillah insan İslam'a gələndən sonra nəyə öyrənir? Gör, hər şey ola bir neçə şeydən başqa. Yəni haramlar nədir? Haramlar bir neçə nədir? Donuzdur, araqdır, filan besin. Bundan başqa haram yoxdur axı. Aydındır. Yəni yeməyin əsli halaldır və filan besməkən. Yəni sadəcə təzə gələn insana yəni dəvətin hikmətindəndir ki, hər şey ona dərhal deyilmir. Niyə görə? Çünki onun o iman səviyyəsi ona. Bəlkə hətta görürsən ki, bəzən elə suallar verir ki, o suallara cavab verməyi də düzgün. Çünki o sualın cavabı onun fitnəyə düşüb dindən çıxmasına səbəb. Ona görə sən tələsmə girən. Ona görə məsəl üçün görürsən ki, bir dənə insan məsəl üçün siqaret çəkir, araq içir, zina edir, filan besməkan və namaz da qılmaq istəyir. Sən ona nə deyəcəksən? Deyəcəksən, yox, sənin namaz olmaz, get hər şeyi at, sonra gəl. Yox, bəlkə bu insan namaz qılmaq istəyir. Aydındır. Ona görə sən başa salacaqsan ki, bəli, namaz qıl, namaz insanı həqiqətən də pislikdən çəkin. Çünki Allah buyurur ki, İnnəs salətə tənhəl fəşəl munkər. Namaz həqiqətən insanı pis və münkər şeydən çəkindirir və sonra başa sal ona tövbə eləməlidir. Çünki o savabları ilə günahları artır və elə axır və s. Yəni insan dəvətdə çox böyük, yəni hikmətli olmalıdır, mülayim olmalıdır, hikmətli olmalıdır, yəni şiddətli, yəni olmalıdır. Və üçüncü məsələ də və dedik ki, ikinci məsələ o idi ki, onlar əhl-i-sünnə buyurur ki, əhl-i-sünnə etiqad edir ki, iman qalxır və düşür, ancaq bidət əhli isə onlar isə etiqad edirlər ki, iman qalxmır, düşmür, çünki iman onlara görə yəni bir şeydir, hissələrə bölünməz. Və üçüncü isə yəni məsələ o idi ki, yəni əhl-i-sünnə etiqad edir ki,
bir insanda küfrlə iman cəm olunlar, aydındır və şirklə tövhid cəm olunlar. Və buna hansı ki, ayə buna dəlalət edir ki, Allah s.ə. ki, وَمَا يُؤْمِنُ أَكْتَرْهُمْ بِاللّٰهِ إِلَّا وَهُمْ مُشْرِكُونَ deyir, onlardan çoxu Allah iman etməzlər, Allaha iman edirlər və onlar nədirlər? Onlar müşriklər. Yəni, burada Allah s.ə. nəyə cəm elədi? Yəni, imanla, yəni şirki bir yerə cəm elədi. Düzdür, burada o demək deyil ki, insan eyni zamanda kafir, eyni zamanda, bu məhfum düzgün deyil. Yəni, burada İbrahim Reyli bunu açıqlayıb və başlayır ki, və burada ki, onların əhlüsünlə demək ki, yəctəmi fihi kufr və iman, bu nə deməkdir? Ey, təctəmi fihi şuabil kufr və şuabil iman. Fəinnəl məasi min şuabil kufr və ta'at min şuabil iman və kulli şuabətin min şuabil kufr tusamə kufran və kulli şuabil min şuabil iman tusamə iman. Yəni, açıq əşyadır ki, yəni, burada İbrahim Reyli deyir ki, yəni, bu o demək deyir ki, bir insan kafir müşrik olub. Yox. Yəni, insan ya kafir, ya müsəlmandır. Sadəcə, o ki, asilər eləyir, asilər nəyin şöbələrindəndir? Yəni, küfrün. Və əməllər nəyin şöbələrindəndir? Yəni, iman aydındır. Yəni, insan eyni zamanda mömin ola bilər və asi ola bilər. Aydındır. Yəni, imanına görə, mömin də asinə görə nədir? Asilər küfrün şöbəsinin olduğundan biz ona görə İbn Qeym də bu qaydanı gətirir və deyir ki, ona görə də onlar onlara çatmadı ki, insanda yəni imanın şöbələri ilə, yəni küfrün şöbələri, yəni cəm olmaz. Aydın hansı insan asi də ola bilər, insan necə deyir, asi olmaya bilər. Aydın, yəni insan asilinə görə günahkar sayılır və taatına görə isə nə sayılır? Yəni salih insanlardan, yəni sayılır. Və bu həqiqətdə yəni ən böyük, yəni 3 məsələ idi ki, və bu baxımdan isə əhl-i-sünnə ilə, yəni murciə arasında fərqə baxsaq və görərik ki, əhl-i-sünnəyə görə iman əmələ aid olur. Yəni iman əmələ aiddir və hansı ki Sufyan Əth-Thawri rəhməhullah buyurur ki, biz murciələri 3 şeydə, yəni müxalif çıxdıq. Aydın, birinci, əl-iman qovlun və əməl və hum yəqulun qovlun bilə əməl. Yəni, birinci məsələ odur ki, əhl-i-sünnə deyir ki, iman söz və əməldir və onlar isə deyirlər ki, sözdə əməlsiz. Yəni, murciə deyir sözdə əməlsiz və ikinci, biz deyirik ki, iman düşür və qalxır, onlar isə deyirlər ki, qalxmır və düşmür. Və üçüncü, biz deyirik ki, onlar iqrarlarına görə mömindirlər və onlar deyirlər ki, biz Allahın dərgahında möminik. Yəni, onlar iqrar yox, onlar birbaşa nəyə etiqad edirlər? Allahın yanında mömin olmaq. Ona görə Sufyan Əth-Thawriyə buyuranda ki, sən möminsən, Sufyan Əth-Thawri buyurdu ki, bu sözün 2 dənə mənası var, 2 cavab var. Birinci mənası odur ki, əgər sən demək istəyirsənsə ki, mömin o kəsək necə ki, Allah Subhanahu taala buyurur ki, Ənfal surədə ki, İnnəməl mu'minəl-ləzîne izə zukirallahu vecilet qulubuhum və izə tuliyat aleyhim ayətuhu zədətum imanən və alə rabbihim yetevəkkelun. Hansı ki, sən demək istəyirsən ki, o mömin ki, hansı ki, onlar ayə oxuyan zaman onların imanları qalxar, onların bədənləri titrəşər və onlar həqiqi mənada Uləyəkə müminun haqqı, həqiqi mənada mömin onlardır. Bəli, mən arzu edirəm ki, mən onlardan olum. Aydındır. Əgər sən demək istəyirsən ki, sən o mömin ki, hansı ki, imanın 6 ərkanı iman gətirirsə, bəli, mən o 6 ərkanı iman gətirən möminə. Aydındır. Və bu baxımdan da əhl-i-sünnə imanda istisnanı caiz görülür. Məsəl üçün, sənə desələr ki, sən möminsən, sən deyək ki, inşallah. İnşallah o deməkdir ki, sən imanda şək edirsən. Çünki sən o iman ki, hansı ki, həqiqi mənada Allah Subhanahu dərgahında mömindir, hansı ki, Allah Subhanahu möminlərin sifəti sənə nə deyir? Uləyəkə müminunə haqqı, onlar həqiqi mömindirlər. Sən deyirsən ki, mən arzulayıram ki, onlardan olam. Ancaq o mömin ki, sən deyirsən ki, 6 imana, iman 6 imanla, bəli, mən onların 6'sına da iman gətirim. Aydındır. Və baxımdan da imanda istisnanı əhl-i-sünnə görür, amma başqa bidət əhli isə bunu görmür. Hətta bəzi deyir ki, insan öz imanında, yəni şəkk edir. Və ikinci məsələ isə murciələrin müxalif məsələndə odur ki, əhl-i-sünnə bir insan üçün, hər hansısa bir insan üçün kamil imanı ispat eləmirlər. Demirlər ki, filan kəs kamil mömindir, aydındır. Və demirlər ki, filan kəs məsəl üçün kamil asidir və yaxud da nədir, aydındır. Və onlar bir insana kamil imanı nisbət eləmirlər və bir insandan da, yəni kamil iman olmadığını da, yəni ispat demirlər ki, bu insandan
bu insanın iman tamamilə itib gedir. Aydındır. Ancaq isə murciələr isə, onlar isə hər bir insan, məsəl üçün iman gətirən, onların etiqadına görə iman gələn hər bir kəsin imanı kamil iman, hətta Əbu Bəkr mələklərin imanının səviyyəsində, aydındır. Və əksinə, əgər bir insandan da imanın getməsi ilə də onlar ondan imanın tamamilə getməsini iddia edirlər. Həmçində üçüncü məsələ isə murciələ olan ixtilafda isə əhlüsünnə imanda istisnanı caiz görür. Dediyimiz kimi, hansı ki, mən möminəm, inşallah mən möminəm deməyi caiz görürlər. Ancaq isə murciələr isə o bunu caiz görmürlər. Çünki onlar deyirlər ki, bu şey demək insan imanında şəkk eləməkdir. Və həmçində bu fərqlərə baxsaq, xavariclərlə də əhlüsünnənin fərqlərini görə bilərik. Və hansı ki, birinci fərq, xavariclərin fərqi ondadır ki, əhlüsünnə etiqad edir ki, əgər insanda iman varsa, insan hansısa bir günah edirsə, o insanın imanın əsl itmir. Niyə görə? Bu məsələ nəyə qayıdır? Çünki əhlüsünnə görə ki, iman nədir? Hissələrə bölünür. Aydındır. İnsan asıl eləməklə imanı düşür, insan taat eləməklə imanı eynir, imanı qalxır. Ancaq xavaricə isə əksinə. Xavaricə isə imanın bir olduğundan irəli, onlar imanı bir şey sayılır, ona görə nə deyirlər? İnsan bir günah eləsə nə olacaq? Hamısı gedəcək, aydındır. İkinci fərq isə, həmçində bu barədə İbn Teymiyyə buyurur ki, onlar bu hədisə görə çaşıblar ki, lə yəzni zənhinə yəzni və huvə mümin. Mömin zinə eləməz, mömin o zinə edən zaman o mömin olmaz. Aydın, çünki xavar gəlir ki, əgər Peyğəmbər deyirsə ki, mömin zinə edən zaman mömin olmaz, deməli, asi edən zaman insan mömin olmaz. Ondan iman nə olar? İman tamamilə qalxıb gedər. Və xavariclər və mötəzilər bu cür hədislərdə nə edirlər? Dəlil götürürlər və ona görə də onlar bu baxımdan böyük günah edən salihətdə hansısa bir günah edən insanları dindən tamamilə uzaqlaşırlar. Və ikinci məsələ, əhlüsünnə etiqad edir ki, əhlüsünnə imanla İslamın bir yerdə cəm olunanda nə edirlər? Onları ayırırlar, aydındır. Məsəl üçün, Cəbrailin hədisində Allah subhanət hala Cəbrail aleyhissalam, Peyğəmbər sualı sonra birinci nəyi soruşur? İslam. Peyğəmbər İslamı başlayır, 5 ərkandır. Sonra nəyi soruşur? İmanı. Bu baxımdan əhlüsünnə, əgər o söz ikisi bir yerdə gəlsə, o sözü ayrı-ayrı təfsir edirlər və ancaq xavariclərdə isə onlar İslamın imanı eləmirlər, arasında heç bir fərq qoymurlar. Aydındır, onlar arasında heç bir fərq qoymurlar. Ona görə onlar hər hansısa bir günah edən insanı İslamdan və imandan tamamilə nə edirlər? Uzaqlaşırlar. Və ümumiyyətlə, biz Quran-ı Kərimə baxsaq və görək ki, Quran-ı Kərim ümumiyyətlə bu iman, ihsan, İslam, ümumiyyətlə imanın ərkanları barəsi görürsən ki, əməli başlı, Quran-ı Kərimdə həddindən artıq çoxdur və bu baxımdan baxsaq, məsələn, ən birinci surəni götürsək, Allah subhanət hala, Fatihə Bəqərə surəsində görsək, görək ki, bu Bəqərə surəsi nə ilə başlayır? İslamın imanın 6 ərkanı ilə. Bitir nə ilə? İmanın 6 ərkanı. Bu faydaları kim çıxardar? Mesela Allah subhanət hala Bəqərə surəsinin əvvəli necədir? Əllədinə yu'minuna bil qeyb, düzdür, sonra nə deyir? Sonra ayənin axırı necədir? Əlif ləmi dərkə kitablə ərabə fi hudə lil-muttəqin əllədən yu'minə bil qeyb və yuqimuna sələ və mimma rəzəqram yunfiqun ulaikə lədə yu'minə bimə unzə və unzə min qab. Yəni ki, bütün ayə əvvəli nəyə göstərir? Əvvəli bütün İslamın 6 ərkanlarını özünə cəm edir. Yəni Allah subhanə buyurur ki, o kəslər ki, qeybə inanarlar. Yəni bütün tovfid, əqidə məsələn, hamısı qeybi məsələlərdir, aydındır. Yəni, qeybi məsələ iman gətirmək, bura Allah'a iman da bura aiddir. Ondan sonra Allahın qədərinə iman da, çünki Allahın qədəri nədir? Allahın qüdrətidir, aydındır. Yəni, hamısı o qeybi və Allahın imanına aid olur. Və həmçində sonraki ayədə Allah s.ə. deyir ki, o kəslər ki, sənə və səndən öncəkinə nazil olan iman gətirərlər. Yəni, burada imanın neçə ərkanı burada gedir? Birinci, mələklərə iman. Niyə görə? Çünki Allahla qul arasında vasitəsi kimdir? Mələk. Mələklər iman getdi, deyir, səndən əvvəlkilərə. Səndən əvvəlkilər nədir? Kitablardır. Kitablar iman getdi, sonra nə deyir? Və sənə nazil olan. Sən də hansı? Rusullar, Peyğəmbərlər, aydındır. Yəni, bu, deməli, Bəqərə surəsinin əvvəli iman 6 ərkanı ilə başlayır və nə ilə də bitir? Əmənər Rasulü mə unzili min Rabbihi kulun əmənə billahi və mələkədə və kutubi və Rasulü. Gördün? Allah iman mələklərə, peyğəmbərlərə və kitablara. Bütün iman, yəni Bəqərə surəsi
imanla başlayır və iman ərkanlarına bitir. Çünki Allah imanda deyəcəksin, bəs orada qədər yoxdur axı. Axirət günü yoxdur axı. O hamısı onun içindədir. Həmçinin ortalarında da. Bəqərsən ortalarında deyir ki, o kəslər ki, Allaha və axirət günə inanarsa, aydındır. Yəni, bütün Allaha imanın da içində aiddir Allahın qədərinə iman, hər bir şey iman, qədərin xeyrinə və şeyin hamısı Allahın yəni, imana yəni, aid olur. Və həmçində Peygəmbər alan bu, həqiqətən də bu ayə, iki ayə barəsində çox böyük yəni, fayda deyir. Peygəmbər deyir ki, kim gecə bu ikisini oxuyarsan ona olar, kəfətə, ona bəs elə. Bu nəyə bəs elə? Yəni, insan, bu hədisdə bəziləri fayda çıxardır ki, yəni ki, insana yəni, şeytanın vəsvəsindən qorumaq yəni, bəs eləyər. Bəziləri deyir ki, insana qiyam-ül-leydən bəs eləyir. Bəzi hədis təfsir deyir ki, o iki şey gecə qiyam-ül-leydən əvəz eləyər insan. Yəni, insan qılmasa, təkcə bu ayəni olsa yetər və bəziləri deyir ki, o bütün şərlərdən qorumağına yetər. Və şək yoxdur ki, və bəziləri deyir ki, yəni insan, məsəl üçün, yorğundur, yəni halı özünə deyil, yəni gecə zikrini eləyə bilmirsə, bu iki ayın eləmək nə eləyər? Yəni yetər. Yəni insan yatanda nə eləyir? İmanın ərkanlarını təsdiq eləyib yatır. Təsəvvür gör, faydalarına bax ki, insan hətta gecə yatanda da imanın ərkanlarını iqrar edir, təsdiq edir və imanın ərkanlarını eləyir, imanın ərkanlarında yəni yatır. Və dedik ki, insan da yəni İslam çərçivəsindən çıxır, daxil olur, hara? Mömin çərçivə, mömin də bu İslamın iman artı ərkanlardır və insan da bu altı iman ərkanlarından da çıxandan sonra nəyə daxil olur? Yəni, ihsan səviyyəsi hansıdır? Ən ta'budullah kənnəkə tarahu. Yəni, sən Allah ibadət necə ki, sən onu görürsən. Necə ki, bəzi sələflərdən, məsələn, Əhməd ibn Həmbəldən, başqa sələflərdən gəlib ki, mən deyir, ibadət eləyəndə Rəbbimi görürəm. Və ya dedi ki, Raitu Rabbi fi mənəm, deyir, Rəbbimi deyir, yuxumda gördüm. Aydındır. Yəni, heç kim görmür baxı. Necə? Yəni ki, insan ibadət, məsəl üçün, insan hərdən hansısa bir günah eləmək istəyir və ona can atanda birdən qəlbinəsə qorxu düşür, Allahın ayəsi və ya da ki, hansısa qorxu düşür və deyir ki, subhanallah, mən Rəbbimi gördüm, qorxdum. Yəni, heç kim Rəbbini görmür baxı. Sadəcə, o iman da onun səviyyəsi, o səviyyə çatdırır ki, insan nə edir? Yəni, onu o səviyyədə, yəni həmən əməlləri asilə eləməkdən, yəni çəkindirir. Və dedi ki, bu iman məsələsində Xavaricinin üçüncü məsələ onda idi ki, Əhl-i-sünnə məsəl üçün bir insan əgər hansısa bir asi eləsə, biz nə deyirik? Deyirik ki, o əməllərinə görə fasid, imana görə nədir? Yəni, mömin ancaq Mu'təzilə Xavaricə deyirlər ki, onlar biz yəni həmən insanı müsəlman sayırıq, ancaq axirət günü isə onun hökmü necədir? Deyir ki, təhtə məşşiyyət ilə, Allahın ixtiyarı aldır. Niyə görə? Çünki Allah Quran-ı Kərimdə nə deyir? Deyir, Allah subhanət hala şirkdən başqa istədiyi günaha nə eləyər? İstədiyinə bağışlar. Aydındır? Yəni, istədiyinə bağışlar. Və baxımdan, böyük günah sahibləri, yəni biz təhkid eləmirik. Və həmçinin də o namazı tərk eləyən, yəni səhlənkarlıqla tərk eləyənin barəsində də ayələrdən biri də budur. Yəni, bir adam bir əməli səhlənkarlıqla tərk eləyərsə, kim deyə bilər ona qəti deyə bilər ki, o insan, yəni xalid müxallət finlərdir. Kim deyə bilər? Heç kəs. Çünki Allah sonra özü ayədə buyurur ki, Allah subhanət hala ona şirkdən başqa istədiyi günah nə eləyər? İstədiyinə bağışlar. Aydındır və bu da həqiqətən də o namazı səhlənkarlıqla tərk eləyənlər küfr olmaması barəsində, yəni onların dəlillərdən biri də yəni bu ayədir. Və biz asi müsəlmana deyirik ki, o imanına görə mömindir və asinə görə isə fasidir və onu biz İslam çərçivəsindən çıxartmırıq. Ancaq Xavaricə, Mu'təzilə görə isə o insan yəni kafir sayılır və bunun səbəbləndirir ki, onlar imanın hissələrə, cüziyyətlərə ayrılmadığını yəni gətirirlər. Və sadəcə Xavaricə ilə Mu'təzilə arasında fərq ondadır ki, yəni o mömin, müsəlman, asili hansısa bir günah işlədən zaman Xavaricə görə avtomatik, yəni kafirdir və qiyamət günü əbədi kafirdir və Mu'təzilə görə o insan bu dünyada iki mənzil arasındadır və qiyamət günü də o insan əbədi, yəni kafir. Yəni ki, qiyamət günü də Xavaricə ilə yəni cəm olundular. Və bundan sonra İbrahim Ruheyli yəni yeni bir mövzuya qədəm qoyur və o da yəni təkfirin başlaması və təkfir necə başlandı, necə yarandı və dedi ki, yəni təkfir ən birinci dəfə Əli radiyallahu vaxtında, yəni Allahın yəni hökmü ilə, yəni hökm olmaması barəsində iddia elədilər və Quranları nizələrin ucuna taxdılar və samaya qaldırır və dedilər ki, inil hökm ilə həqiqətən də hökm yalnız Allahındır və Əli radiyallahu buyurdu ki, həqiqətən də onların dediyi haqq olsa nədir?
yuradu bihi batilən. Onlar onunla yəni batıl istəyirlər və həqiqətdə də bu günlərdə də yəni insan yəni allanmasın, kimsə gəlir haqq deyir. Kimsə gəlir haqq deyir. Bəli, ola bilər haqq desin. Amma hər haqq deyən, hər dəlil gətirən o deməkdə o insan düzdür, aydındır. Çünki baxsan, görsən, yəni xavaricdə də dəlil gətirirlər və onların dəlilləri batıl dəlildir. Hədisi aşkar hədisi Peyğəmbər deyir ki, la yəzin zən hinə yəzin və huve mumin. Bu da açıq aşkar dəlildir. Məgər rafizlər bəyəm düz hədislərdən istifadə eləmirlər. Yəni hər bir bidətçi yəni çalışır ki, öz məzhəbini doğulmadan ötəri, yəni iddiasını doğulmadan ötəri, yəni dəlillərdən istifadə etsin. Ona görə də hər bir dəlili gətirən o deməkdir ki, onun dəlili düzdür. Sadəcə dəlil düz olsa da dəlildən istinbat eləmək, dəlil kimi gətirmək isə yəni düzgün deyil. Və dedik ki, ən birinci, yəni təkfir Əli radiyallahu anh vaxtına başladı, sonra isə o təkfir fitnəsi böyüdü, hətta Əlini, Muaviyyəni, ondan sonra Abu Musa əl-Əşşərini, ondan sonra Amr bin As, ondan sonra başqa sahabilər, hətta onun hökmünə razı olan bütün insanları yəni təkfir saydılar, kafir saydılar və sonra da bu təkfir məsəl üçün keçdi rafizlərə, hansı ki, bu gün də ümməti kafir sayırlar və sonra da bunlar cəhmiyyələr, qədirlər və eyləxə və s. Və bu əsrimizdə isə təkfir necə yarandı və bu əsrimizdə də dedik ki, ümumiyyətlə, yəni biz firqələrdən keçəndə dedik ki, yəni Həsən Əl-Bannanın İxvan Müslimi, yəni təriqəti, yəni təxminən 1910-cu illərdə, yəni təsadüf edilir və Həsən Əl-Banna bu İxvan Müslimi, yəni cəmiyyətin yaratmaq həqiqi məqsədi isə, yəni İslam qardaşlığının arasında cəm eləmək və sadəcə bu çox xatalara yol verdi və xatalardan biri oydu ki, o belə bir qayda qoymuşdu ki, aramızda olan bəzi ziddiyyətlərə görə bir-birimizi, yəni günahkar saymayaq, o günahları özümüzə üzr qazandıraq və nədə cəm olmuşsa, onda da cəm olaq və ona görə də həmən bu İxvan Müslimin tərkibində gördün ki, rafizilər və yaxud da ki, xavariclər və yaxud da ki, sufilər və ilah və s. firqələrdən bu cəmiyyət altında cəmləşdilər və bu günlərdə də yəni bizim üçün təəssüf, yəni ki, adi haldır ki, təkfirçilərin hansısa rafizlərlə cəm olması, ondan ittifaq edilməsi bizim üçün yəni adi bir haldır, yəni bizim üçün yəni təəccüblü, yəni yeni bir şeydir. Sadəcə sonra isə yəni Həsən Əl-Bannadan sonra yəni onun mövqeyinə yəni Seyyid Qutb keçdi və Seyyid Qutb da Mavdudinin yəni kitablarını oxumuş, təhsilləmiş bir insan idi və Seyyid Qutbun da yəni kitablarında məsəl üçün götürək onun kitablarından biri olan Zilal Quran və yaxud da ki Ma'alim fi Tariqi, yəni yolda açıqlıq barəsində kitabında göstərdiyi ki, "Val məsələdə fi həqiqəti hiyə məsələtu kufr və iman, məsələtu şirk və təvhid, məsələtu cəhiliyyəti və İslam və hədə mə yenbəği ən yəkuna vadihan innə nəsə leysu muslimin." İnəlləşun kəmə yəddəun və hum yuhyunəl həyətəl cəhiliyyə və idə kənə fihim mən yuhub ən yaxda nəfsəhu əv yaxdəl əxərin fəyətəqud ən İslam mümkün ən yəstəqimə mə hədəl cəhiliyyə fələhu dəlikə və lakin əl-inxidəhu əv xidəhu lə yuveyru min həqiqətil vaqi şeyən leys hədə İsləmən və leys həuləyi muslimin. Yəni açıq aşkardır ki, yəni necə ki İbrahim Ruheli buyurur ki, ümumiyyətlə insanların bu gündə yəni təkfirə yönəlməsi, yəni təkfirə alışmaları, onlar ümumiyyətlə yəni fikri kitablar oxumaqlardır, yəni rəy kitabları oxumaqları idi, hansı ki bu kitabların da başında kim dayanırdı, yəni Seyyid Qutb yəni, rəhməllah dayanırdı və açıq, yəni hamı eşitdi ki, yəni burada, yəni Ma'alim fi Tarix kitabında buyurur ki, yəni məsələ həqiqətdə, yəni ciddi məsələdir, yəni bu məsələ iman və küfür məsələsidir, şirk və təvhid məsələsidir, cahil və İslam məsələsidir, hansı ki onlar, bu məsələ açıq aşkardır, yəni Seyyid Qutb bu məsələ açıq aşkardır və deyir, insanlar, müsəlmanlar deyil, necə ki onlar iddia edirlər, və onlar deyir, həqiqətdə cahili həyat yaşadırlar və həqiqətdə isə düzdür, biz şəxsi, fərdi, yəni evlərini açmaq istəmir, ancaq ki, açıq aşkardır ki, yəni Seyyid Qutbun da, yəni şəkillər gör, həyatını oxuyan görür ki, o özü də, yəni ki, normal, yəni mültəzim İslam həyatı yaşamırdı, hansı ki, boynunda qalsu, əlində siqara, yəni üzündə saqqal yox, yəni belə baxsan, bu söz birbaşa kimə aid olmalı? Yəni, çünki həqiqi cahili həyat yaşayan kimi də elə özü idi. Yəni, baxsan onun şəkillərinə görərdin ki, bəli, başında panama, əlində siqara, boynunda qalsuq, üzündə saqqal və s. Yəni, bu formanın banisi də insanlar nədə ittiham eləyir? İnsanların küfrdə olan ittiham eləyir və bu günlərdə də həmən insanlar. Baxırsan ki, bəli, zahiri əməllər yox və s. Amma görürsən ki,
cəmaatı təkfir eləyirlər, ağız dolusu danışır. Və deyir ki, həqiqətən də o insanlar müsəlmanlar deyirlər, necə ki onlar iddia edirlər və deyir, sonra isə bir neçə söz danışır və deyir ki, onlar elə başa düşürlər ki, onlar İslam'a hilə etmək istəyirlər, ancaq onlar ola bilsin ki, bunu bacarsınlar, ancaq onlar bundan İslam'a heç bir payda yoxdur və onlar nədirlər? Müsəlmanlar deyirlər və bu, ümumiyyətlə, bu təkfirə qapı da, yəni Seyyid Qutbun kitabları açıb, ümumiyyətlə Zilal Quran kitabında da burada misallar var, başqa kitablarda misallar var, sadəcə, yəni vaxt çox uzanır, sadəcə bu İslam ictimaiyyətinin müstəm, yəni təkfir eləmək barəsində bu qapını açan kim oldu? Yəni Seyyid Qutb oldu, hansı ki, sonradan da baxırıq, görürük ki, məsəl üçün, həmən İxvanların, yəni adamlarla, İxvan, yəni firqəsinin, yəni adam banislərini olan, məsəl üçün Qardavi, yəni bu müasir, yəni Qatarın da Yusuf Qardavi, yəni sağdır, yəni onun özünü də etiraf edir ki, في هذه المرحلة ظهرت كتب الشهيد السيد قطب التي تمثل المرحلة الأخيرة من تكفيره والتي تنضح بتكفير المجتمع وقطع العلاقة مع الآخرين وإعلان الجهاد الهجومي على الناس كافة. Açıq aşkardır ki, Qardavi özü etiraf edir ki, həqiqətən də bu mərhələdə, yəni bugünkü mərhələdə, yəni Şəhid Seyyid Qutbun kitabları idi ki, izhar oldu. Hansı ki, bu kitablar səbəb oldu ki, insanları yəni təkfir eləsin və hansı ki, İslam müstəm yəni təkfir eləməsinə bunun kitabları səbəb oldu və başqalarının əlaqəni kəsmək və bütün insanlara qarşı yəni, cihad elan eləmək, hücum cihad elan eləmək, yəni bütün bu rəylər kimdən doğdu? Yəni Seyyid Qutbun yəni, kitablarından doğdu və həmçində Fərid Abdülxaliqin mənası, onun da yəni o barədə etiraf var. Bu buyuruyor ki, "El-ma'na fîmâ sebeka ile enne neşatul fikr tekfir beda'at beyne şebabil ba'dul ihvan fi sicnil qanatir fi awakhiril 50'niyat ve awailil 60'niyat ve ennehum ta'atar bi fikr Şəhid Seyyid Qutb." Yəni açıq aşkardır ki, Fərid Abdülxaliq buyurur ki, həqiqətən də yəni bu günlərdə cavanların arasında, yəni bir-birlərini təkfir eləmək fikri həqiqətən də ixvanlar, yəni qardaşlar arasında bir-birlərini təkfir eləmək fikri hansı ki, o 50-ci illərin axırlarında və 90-cı illərin əvvəllərində yəni baş qaldırdı. Bunlar həqiqətən də Şəhid Seyyid Qutbun kitablarından yəni çox təsirləndilər və həmçində onların yəni banisələn biri olan da Əl-Bəhnissavi buyurur ki, Əl-Hukm fi Qadiyyət Təkfir Muslim bu kitabında buyurur ki, və ləqəd nəqlə Seyyid كتب بعض الأقوال الموجودة وأبرزها في كتاباته وعلى الأخص الجزء السابع من الظلال ثم جاء قوم ورتبوا على هذا وغيره أن المسلمين قد كفروا aydındır. Ennel muslimlər qad kəfəru li'annahum yantıquna bi şəhadətin la yarifuna ma'naha və la ya'malun bimadmunha və məhmə sallu və samu və həccu və za'mu ennəhum muslimun fələn yuğayrə zəlikə min kufrihim şeyən. Təsəvvürləyin ki, yəni Əl-Bəhnissavi, yəni o da ixvanların, yəni zamalarındandır, yəni onların banislərindəndir. Buyurur ki, yəni onların, yəni qabaqda gedənlərindəndir. Çünki misal çəkdiyimiz Qardavidir, Fərid Abdülxaliq və həmçində bu Bəhnissavi buyurur ki, öz kitabında buyurur ki, artıq deyir şəhid olan Seyyid Qutb, çünki hamı bilir ki, yəni Seyyid Qutb yəni edam elədilər, düzdür, edam elədilər, buna görə də onları yəni şəhidlərdən sayırlar və inşallah biz də Allah Subhanahu dua edirik ki, Allah Subhanahu onun xatalarını bağışlasın və inşallah onu yəni şəhidlərdən yəni eləsin. Və buyurur ki, artıq Seyyid Qutb deyir, Mavdudinin deyir kitablarından, yəni artıq açıq-aşkar nəql elədi, oxudu, təsirləndi və deyir, xüsusilə deyir ki, Zilal Quranın, yəni 7-ci düzündə və deyir, sonra isə ondan sonra gələnlər bu Seyyid Qutbun bu yazılarından, yəni təsirləndilər və nəyi ispat elədilər? İspat elədilər ki, artıq müsəlmanlar, yəni kafirdirlər. Çünki onlar deyir, kəlmə-i şəhadət gətirirlər, amma kəlmə-i şəhadətin mənasını bilmirlər və onun mənasının əməllərini də yerinə yetirmirlər. Hətta onlar namaz qılsalar da belə, oruç tutsalar da belə, həcc eləsələr və ilaxır və s. Hətta iddia eləsələr belə, onlar müsəlmandırlar belə, onların küfründən heç bir şey dəyişmir. Yəni, görürsən ki, onlar açıq-aşkar ispat edirlər ki, və bu əsrdə, xüsusilə də yəni 50-ci illərin sonunda, çünki onları, Misrin dövləti onları tutandan sonra, orada bəzi cəmaatları buraxdılar və buraxandan sonra hökumət həmən adamları çağırdı və onlar iki hissəyə bölündü. Yəni, hökumətin tərəfini tutan və hökumətin tərəfini tutan, yəni hökumətin, çünki orada yəni başqa cür dövriyyələr var idi və onlar hökumətin bu hərəkətlərin yəni bəyan və necə bəraət qazandırdılar və bununla da bəziləri, o birisilər bunları dində kafir saydılar və onlar da bir-birlərini təkfir edirlər və bununla da bu cəmalar arasında bu yəni təkfir fitəsi nədir? Yəni yayıldı. Və həmçində sonra da bir müddətdən sonra sakitləşmiş, çünki
o illərdə Fələstin döyüşləri həqiqətən də davam edir. Çünki ərəblər birləşmişlər, bir neçə il, yəni başlar bu məsələyə qarışmışdı. Sonra isə təzədən neft məsələsi qalxdı ərəb aləmlərində, ərəb dünyasında neftlə bağlı bir neçə sakitlik zadı yarandı və sonra ən böyük fitnə isə yarandı bu 90-cı ilin əvvəllərində. Səbəbi də nə oldu? Səbəbi də İraqla Kuveytin arasında olan bu neft məsələsinə görə müharibə oldu ki, hansı ki bu məsələdə İraq Saudiyə də bir neçə bomba atdı və sonra da onlar Amerikanlarla müqavilə bağladılar, qoşunları gətirdilər və elə axır və s. Və bütün əsas fitnə bundan qopdu və hansı ki onların bütün banisləri ispat edirlər ki, həqiqətən də bu əsrdə bu fitnə təkfirini cavanlar arasında yayılmasının səbəbi kim oldu? Seyyid Qutbun kitabları oldu və tədricən o toplum elə bir hissəyə bölündü ki, artıq onlar demək olar ki, tədricən, çünki həmən o insanlar təkfirçilər özləri qismə böldülər, bəziləri hər bir insan təkfir eləmədilər, ancaq bəziləri hər bir şəxs təkfir elədilər, hətta o təkfir eləmədiklərin də həmən insanlar təkfir edir. Yəni ki, o biri qism ki, hansı ki, təkfir eləmirdi, o ikinci qism isə o təkfir eləməyənləri də, öz məhzəblərinin, öz firqələrin olan insanları təkfir edirlər, çünki onlar onların təkfir eləmədiyini eləmədilər, təkfir eləmədi. Çünki onlar üçün qayda var ki, kim kafir hesab eləməz, o da nə olar, o da kafir olar və ona görə də onlar bir-birlərini artıq təkfirinə baş alıb getdilər. Həmçində bu günlərdə də demək olar ki, Seyyid Qutbun qardaşı olan Məhəmməd Qutb da bu mövqeyində ciddi olaraq qalır və o da üstü örtülü olsa da bu təkfir etiqadındadır, təkfir müstəm ictimaiyyət təkfir eləmək barəsində öz mövqeyində dayanıb və o da demək olar ki, bu günlərdə də həmən bu təkfirçi cəmaatının başında gedənlərdəndir və deyərik ki, yaxşı, əgər bu özü ərəb dilində yazan idi, çünki o Misirli idi, Misir ədəbiyyatçı idi, əgər bu özü ərəb dilində yazan isə və necə oldu, cahil insanlar onun kitablarıyla faydalandılar, təhsilləndilər, Eləcə də buna cavab vermək olar, çünki Türkiyənin özündə Seyyid Qutba böyük hörmət var və onun kitabları tərcümə olundu, əvvələn axına kimdə və o kitablar da, hamı bilsin ki, kim ki o kitabların bura cəlb olunmasının, nəql olunmasında səbəbkar oldular, həqiqətən də bu fitnənin də yayılmasına səbəblər onlar oldular və həmən o insanların günahlarından da o insanları yayılacaq. Çünki Peyğəmbər buyurur ki, kim bir bidətin, bir sünnənin yayılmasına kömək olarsa, o insanlar onlara əməl etdikcə ona da yazar, həmçində bu günahlardır. Çünki bu bidətdir, əgər o insanlar o kitabların bura yayılmasında, bura nəql olunmasına, cəlb olunmasında məsuliyyət daşıyırlar və onlar həqiqətdə də bu insanlar inhirafın azmağına görə də onlar o məsuliyyəti daşıyır. Bilsinlər ki, onların payına da bunların, günahlarından onların payına da düşür. Və o kitablar demək olar ki, onun bütün kitabları türk dilinə tərcümə olunur, əvvələn axırına kimi və insanlar da onun oxudular, təhsilləndilər, hansı ki, insanlar həqiqi mənada isə elmi, mənbəyindən deyil, qeyri-mənbəyindən öyrəndilər, oxudular və ona görə onlar bu fitnəyə, bu təkfirə düşdülər. Yaxşı, hansı səbəblər oldu ki, bu cahillərin bu fitnə təkfirinə qoşuldular və birinci səbəbi onların öz dinlərindən cahil olmasını irəli gətirə bilər. Bu günlərdə də məsəl üçün kimsə bu fitnənin başında dayanırsa, bu cəmaatı təkfir cəmaatının hərəkatında qabaqda gedirsə, o insanın dini savası artıq çox insanları bərqərardır ki, hansı ki Allahın adına iftira eləmək, ondan sonra Quranda və sünnədə ayə və hədisləri olduğu mənadan başqa mənaya tərcümə edir. Bu da onun dini düzgün başa düşməsini iləri gəlir. Həqiqətdə isə onların ərəb dilinin normal bilməməsidir ki, onlar oxuduqların düzgün tərcümə eləyə bilmirlər və məlumdur ki, onların oxuduqları hansı tərcümədir? Türk dilindən tərcümələrdir ki, hansı ki, onlar öz danışıqlarında da bu türk sözlərindən də istifadə edirlər və onu göstərir ki, onlar dini həqiqi mənbələrindən istifadə edirlər. Məsəl üçün, onlar dinlərindən cahil, nə mənlə cahildirlər? Məsələn, insan bir var ki, məsəl üçün, öyrənsin imanın həqiqəti nədir? Əhlüsünnədə iman nədir? Neçə hissəyə bölünür? Şöbəli nədir? Sonra öyrəndi, qutardı, keçsin murciyələrə. Əqidə nədir? İman nədir onlarda? Nə vaxt insan onu olur, nə vaxt murciə, nə vaxt əhlüsünnə olur? Keçsin xavariclərə, hansı səbəblərdən onlar razılar, hansı səbəblərdən insanları dinlənir və elə axır və s. Və sən əgər məsələn götür, bir dənə alimin fitvasını götür ki, məsələn, İbn Baz deyir ki, filan şeylərin kafirdir. Əgər sən bilmirsənsə ki,
bu alim, bu fitvaya, bu rəyə hansı mərhələləri keçdi gəldi buna çıxdısa, sənin alimin o sözün deməyin sənə düzgün deyil. Niyə görə? Çünki sənin bu mücərrəd, yəni boş bu fətvanı verməyin, yəni onun əslini bilmədən o insanın azmağına aparıb səbəb olur. Aydındır. Məsəl üçün, sən götür 5 dənə adam yanbayan ağac əksin, hərə də öz ağacını sulasın və bir müddətdən sonra hərə gələcək, baxacaq öz ağacının altında meyvəni dərib yeyəcək. Və sonra qıraqdan biri gələcək, deyəcək, ay qardaş, bu sən yediyin meyvə, sənin ağacının meyvəsi deyil. Niyə görə? Çünki bax, sənin ağacın, bunun ağacının altından, üstündən, böyründən keçib gedir, o biri tərəfə çıxır. Sənin yediyin hansıdır? Nə olsun sən onu görürsən öz ağacının altında? Bu sənin meyvən deyil, aydındır. Sən kiminsə meyvəsini yemişsin, aydındır. Və nəticədə peşmançılıq fayda vermir. Niyə görə? Çünki əvvəlcədən sən bilirdin ki, 5 dənə yanbayandır. Aydındır. Sən onu dərməmişdən qabaq araşdırmalıydın ki, bu hansı səbəbə görə bu ağa meyvə gəlir? Nə olsun? Zahirən sən onu öz ağacının altında. Aydındır. O bu günlərdə həmənki kimi. Sən əgər oxuyursansa ki, filan alim belə dedi, filan alim belə dedi, bəli, Useymin, İbn Baz, Fozan və eləxə və s. onlar namaz qılmayanı kafir görürlər, aydındır. Və onlar Azərbaycan kimi dövlətlərə müsəlman dövləti nəyə əsasən? Mən də sualım, nəyə əsasən İbn Baz, Fozan, Useymin Azərbaycan İslam dövlət deyir? Çünki onlar bilirlər ki, Azərbaycandakı mövqe oradakı mövqe kim deyil. Onların özündə, məsəl üçün, namaz qılmayana hədd qoyulur, kafir kimi başı kəsir və eləx və s. Ancaq qardaşlar dəfələrlə soruşurlar ki, bizdə məsəl üçün La ilahe illallah Muhammed Rasulullah deyir, amma namaz qılmır. Deyir ki, onlara müşrik deməyin, onların kəsdikləri əti yeyin və onları hikmətlə namaza dəvət edin. Hamısı bunu yetdiriləndir. Niyə görə? Çünki dəvətin bu insanları bu cür haqqa çatmaq bu cür olur. Çünki onlar heç kim burada küfrü iddia eləmir. Hamısı la ilahe illallah Muhammed Rasulullah deyir. Ancaq bir şey bilginən ki, bu insan İslam adətləri özündə qalıb, özündə İslamı iddia edir, ispat edir, iqrar edir. Sadəcə bu insan 70 ildə Sovetin altında qalmağı ilə o insanlar dinlərindən çox şey unudublar. Onlar üçün sünnət olub, bidət olub sünnət. Və o dindən onlar nə qalıb? Bəzi əməllər qalıb. Hansı ki, uşağı xətm eləmək, yəni ki, xitan eləmək, doğulanda və eləxə və s. adı sünnət kimi qalıb onun. Onu istər rafizi, istər sufisam, sonra sünnət də deyibdir. Nəyə görə? Çünki bunun sünnətdən olduğunu iddia edirlər. Bu insanlar dini inkar eləmirlər. Əksinə kimə dəvət edirsən, qəbul edir, bəli, bilirəm, vacibdir, işimdən olmur, gücümdən olmur, inşallah qalır. Sən bunu necə kafir deyə bilərsən? Hansı ki, onların bu cahil insanlara, yəni üzr qaldırmadan, onlara hüccət qaldırmadan onları təkfir eləməsi artıq o dərəcəyə gəlib çatıb ki, öz doğma yoldaşı kafirdir, anası kafirdir, atası kafirdir. Hətta şeyxlərin biri sual verəndə ki, uşaqlardan biri sual verdi ki, yəni mənim atam, anam namaz qılmır, kafir, şeyx ondan üz döndərdi. Dedi, subhanallah, heç olmasa atan ona hörmətir, nə yazsan sən ona kafir deyirsən? Nəyi başa saldın ki, sən ona kafir deyirsən? Peyğəmbər s.ə.v Abu Talibə son nəfəsinə qədər dəvət elədi. Son nəfəsinə qədər. Hətta öləndən sonra bəlli oldu ki, o artıq yəni müşrikdir, kafirdir. Sən əsatova namaz qıl, oşud, İslam aşı kafirsən. Sənə kim hökm verdi? Əgər sənə də, sən namaz qılmamışsan qabaq, sənə də o dəvət aparılsaydı, sən də bir dəfədən qəbul eləməmsən, sən də müğənni olmuşsan, mahnı oxuyan olmuşsan və eləxir və s. başqa fıldaqçı şeylərdə olmuşsan, sənə də o cür dəvət aparır, sənə də kafir nalı vurulsaydı, möhrü vurulsaydı, sən bu gün namaz qılardın, qılmaz, sən üz döndərərdin, sən bu cəmatdan üz döndərərdin və sən niyə dəvətdə o cür sətlilikdən istifadə edirsən? Hansı ki, Allah subhanətə Allah Harunla Musanı Fironun yanına göndə nə dedi? İdhəbə ilə Firavuna və qulə ləhu qovlən leynən ləalə yətədəkər av yaxşı. Deyir, gedin Firavun yanına, nə deyin? Dedi, onun yanına əmr elədi. Mülayim incə sözlər deyil. Niyə görə? Bəlkə qorxub xatırlasın. Yəni, nəyə göstərir? Firavun kimi adam var bu dünyada? Yoxdur. Əgər Firon kimi adama Allah sonra əmr eləyirsə, mülayim incə sözlər, sən özvə tətbiq eləmədiyi, qırağa tətbiq etməmişsə, o cür şiddətlə, hansı Peyğəmbər buyurub ki, şiddətli bir şey nə qədər çoxalarsa, onu sındırar. Mülayimlik bir şey, rifq nə qədər mülayimlik bir şey nə qədər çoxalarsa, o şeyi düzəldər. Hər şey mülayimçiliklədir. Yadda sağlayın ki, dəvət, hökmən dəvət mülayimçilik tələb edir. Bəli, o insanlar ki, artıq, yəni onun səviyyəsi var, ona bir neçə mülayim dəvət edən sonra artıq o fitnə öz bidətindən yaymırsa belə, ona işləti dəvət caiz. Çünki İmam Malik də o zaman məsəl üçün məclisində bidət əhli olanda, İmam Malik ona da dedi ki, çıx məclisdən çıxsan həqiqdən də, yəni bidətlisən. Yəni yeri yəni bidət əhli ilə şiddətli lazım, necə ki,
İbn Ömər radiyallahu anh, yəni öz vaxtında bir neçəsini cəzalandırır, hansı ki, o Peyğəmbərdən soruşur, Əbu Bəkirdən soruşur, Ömərdən soruşanda cəzalandırır və hətta ki, ikisini salır, qamçı vurur, onları yaxşı kötəliyir, ondan dərs alır. Hətta Əlinin vaxtında həmən insana gəlib deyəndə ki, bəs Əli belədir, filan besməkdən deyir ki, Ömər radiyallahu anh, qamçılar mənim belimdə, ağırlar hələ belimdədir. Yəni ki, hələ mənə o bəs eləyir. Yəni Ömərin o qamçıları mənə deyir, o yaxdır, aydındır. Və bu gün də bəzi bidət əhli var ki, onunla sərt davranmaq lazımdır. Ancaq cahil avam insanlar, hansı sən məsəl üçün insanın İslamı ispat olun. Bu insan bilinən deyir ki, mən la ilaha Muhammed Rasul, mən müsəlmanam. Sən onun hansı hökmlə sən onu kafir hesab edirsən? Sən hansı iddianı sən onu kafir edirsən? Hansı ki, o insan o kəlmə-i şəhadəti deyir. O iddia edir, mən müsəlmanam. İslamın Quranı ispat edir, Peyğəmbər ispat edir. Bəli, deyirsən, əməl eləmir. Çünki sən özün onu əməl etdiyin səviyyədə onu dəvət eləyə bilmirsən. Aydındır. Əgər sən onu dəvət eləyə bilmirsən, o demək deyil ki, o səni inkar eləyir. Çünki Əli radiyallahu anh deyir ki, insanlarla özlərin səviyyəsində, özləri başa düşdüyü səviyyədə danışın. Məgər istəyirsiniz Allah və Rasul yalan sayasın. Aydındır. Bəli, hər insanın özünün dəvət üsulu var, özünün inkar üsulu var. Cahillə eyni olmur. Alimlə eyni dəvət aparılmır, filankəs eyni dəvət aparılmır. Hər bir kəsin özü yəni dəvət üsulu var və bu insanların da, yəni təkfirçilərin də bu cahiliyə, yəni nədəndir? Öz dinlərini bilməmələri. Məsəl üçün, gəl onlarda qabaqda gedirlərin birinə hər hansısa bir şəriət sualı, fikir sual ver. Filan şeyin hökm nədir? Deyəcək, bilmirəm. Əgər sən incə məsələləri bilmirsənsə, hansı ki o incə məsələlər, baxın, yəni gedin hər hansısa bir, istər hər hansısa bir, istər keçmiş, istər bugünkü yazılmış əqidə kitablarını açın. Yəni kafir məsələləri hansı bölmədədir, qardaşlar? Axırda. Niyə görə? Çünki o məsələ ən ağır məsələdir. İbn Teymiyyə rəhməhullah buyurur ki, insanı dindən çıxarma və dinin ispat eləmək odur Allah və Rasulun haqqıdır. Və bu günlərdə də hər bir kəsin haqqı deyil ki, insanı dindən çıxarsın və insanı dinə salsın. Əgər o insan ki, ümmət onu kafir salsın, o başqa məsələ. Əgər sən deyirsən ki, yəni filan kəsə kafir deyilən, o da kafirdir. Bəli, sən Azərbaycandasan, İmbaz Saudiyadadır, Muqbil Yəməndədir, Şeyx Albani Yardaniyadadır. Sən bir insana bilən ki, Şeyx, mən filan kəsə dəvət elədim, qəbul eləmədi, o kafirdir. Vallahi heç bir alim ona kafir deməyiz. Niyə görə? Çünki birinci deyəcəklər ki, hələ bilmir sən nə səviyyədə danışmışsan ona, sən ona çatdırmışsan, yoxsa çatdırmamısan, ondan şübhələri itirmişsən, yoxsa itirməmişsən. Əgər sən bu şeyləri, şübhələri itirməmişsənsə, onda hüccət qaldıra bilmir. Niyə? Çünki sən özün dəlilin yoxdur. Çünki sən özün şəriət savadın yoxdur. Əgər sən tövhidin qismlərini, əgər sən dilinlə deyirsinsə ki, mənim əsma sifətdən zəhləm gedir, sən özün Allah subhanahu ta'ala elə sifətlər deyirsən ki, hansı ki, Quran və sünnədə o nazil olmayıb, sən özün o əməlvə görə, sən özün hansısa firqəyə daxil olursansa, sən özün o firqəyə daxil olursansa, sən necə cəmaata bilmədiyin halda danışsan? Əgər sən tövhidin əsaslarını, Leylanın şərtlərini, filan, besməkan, əsma sifətlərin növləri və elaq və s. bu elmlərin yoxdursa, etiqadı təmiz bilmirsənsə, yəni heç bir etiqad kitabı oxumamsansa, yalnız və yalnız Seyyid Qutbun və yaxud da ki, Ziyaddin Qudsun hansısa bir kitabını oxuyub, oradan ümməti kafir sayırsansa, sən onun özünü alim hesab eləyirsənsə, əgər sən onun özünü alim hesab eləyirsənsə, onda iblis səndən də alimdir. Çünki iblis sən bildiyindən də çox bilirdi. Aydındır. Yəni bu nəyə göstər? İnsanlar öz dinlərindən qafildir. Əgər bir insan ayəni düzgün deyə bilmədiyi halda boynunu almırsa, əgər bir insan oxuduğunu düzgün tərcümə edə bilmirsə və ya da ki, ayənin təfsirinə gəlib təfsirə baxmayıb, özün hansısa bir, yəni alimin rəyin deyirsə, o insan özünə mən bilirəm deyə bilərmi? Heç bir zaman. O insanın cahili artıq, yəni biruzədir ki, artıq biruzə verib ki, o insan, yəni şəriət tərəfindən çox cahildir, çox savadsızdır. Yəni istər danışıqlı olsun, istər başqa əməllər, get hər hansısa bir sual ver yenə. İstər fiqdən ver, istər həcdən ver, istər zəkatdan, yəni elementar suallar ver və cavabı artıq sənə bəlli olacaq ki, o insan, yəni cahildir yoxsa, yəni biləndir və hər halda, yəni o insanlar sadəcə adamı yandıran, adamı yandıran odur ki, o insanlar oturub qulaq asırlar, özləri də bilmirlər ki, o danışıq nə danışır. Sadəcə onlara onun dediyi düz gəlir. Çünki deyirsən, deyir ki, filankəs tağutdur, filankəs müşridir, filankəs, ya bəli, doğrudan tağutdur, filan şeydir. Bəli, əgər məgər insan bir asili, niyə görə bu bunu etiqad edir? Çünki o həqiqi mənada əhlüsünlə imanlı və əhlüsünlə iman nədir? İman qissələrə bölünmür. İman hissələrə ayrılmır. İman düşür yoxsa qalxmır. Xavaricləri nədir?
Əgər o insan xavaricilərin etiqadını sırf öyrənsə, o insan bilər ki, bəli, onun etiqadı xavaricin etiqadı. Aydındır. Və ona görə birinci səbəb burada yəni təkfirçilərin bu səbəbə düşmələrindən birinci səbəbi də yəni onların yəni dindən yəni cahil olmalarıdır. Dinin əhkamlarını yəni dindən cahil olmalarıdır. Dinin əhkamlarını bilmələridir. Yəni yalnız və yalnız oturdur ancaq təkfir məsələsindən filan və s. məsələlərini danışmaq insana savad qalmır. İnsan getməlidir. Yəni tövhidin başlanğıc tövhidlər oxumalıdır. Ondan sonra əqidə kitabları oxumalıdır. Ondan sonra keçməlidir həmin o kitabların şərhinə, alimlərin rəylərini bir neçə şərhlərə qayıtmalıdır ki, hətta həmin nəticəyə gəlibsin və bilsin ki, niyə görə İbn Baz Hüseymin gəldi, bu fitvayı buraya gəlib çıxdı, niyə görə Fövzan gəldi, buraya çıxdı, niyə görə Albani buraya gəlib çıxdı, hətta xavariclər Albaniya murciə dedilər, hətta o qulağımıza elə şeylər çatdı ki, yəni o cür təkfirçilər artıq İbn Baz, Albani, Hüseymin kimlərini də artıq yəni təkfir ediblər, onların mürtəd yəni olduğunu iddia edir. Çünki onların yəni şeyxi olan Ziyaddin Qudsi öz dili ilə, öz yazmaları ilə açıq-aşkar isbat edir ki, İbn Baz, Hüseymin, Fövzan, Albani bunlar mürtədlərdir, bunlar tağutu dəstəkləyən, tağutu iddia edən alimə və eləx və s. Bu da artıq yəni onlar haqqında danışmağa dəmir ki, həqiqətdə onların cahilləri başlarından yəni aşıb daşır. Və ikinci də onların azmaqlarına səbəblərdən biri də fasid təvillərdir. Fasid təvillərdir ki, hansı ki o hədisi və ayələri yozan həmən o təkfirçilər həqiqi mənada da bu ayə və hədislərin təfsirində sələflərin rəyinə qayıtmadılar. Çünki biz deyirik ki, əhl-i sünnənin etiqadı nədir? Əhl-i sünnənin etiqadı, yəni Quran və sünnəni başa düşmək necə ki sələflərin başa düşdüyü kimi. Ancaq onlar bunu necə başa düşürlər? Onlar bunu başa düşürlər, necə ki özləri istəyirlər, necə ki özlərinə yəni qanidir və ona görə də onlar hər bir halda yəni özlərini yəni quruya çıxarmaqdan ötəri istədiyi rəy, istədiyi ağzına gələn danışır, hətta görürsən ki, hətta keçmiş alimləri inkar eləyir, sahabələri inkar eləyir ki, elm yalnız mən Quran və sünnədən öyrənməlidir, deyir, nəyimə lazım yəni İbn Baz, Hüseymin, Fövzan, nəyimə lazım İbn Abbas, Allah Subhanahu sənə Quran gəlib deyib başa düşmüş, başa düşmürsən. Və bu da həqiqətdə bu söz deyən insan sırf yəni cahil yəni olduğu ispat olunur ki, hansı ki Şafi rəhməhullah buyurur ki, mən deyir, hər dəfə deyir, cahillərlə mübahisə ilə deyir, məğlub oldum. Nə deyir? Mən deyir, hər dəfə cahillər məğlub oldum. Niyə görə? Çünki yəni o yazıq, o cahilin yəni heç bildiyi bir hərif yoxdur ki, bildiyi bir şey yoxdur ki, sən gələsən, məsələn deyəsən ki, dəllivi gətir, ayəvi gətir, hədisi gətir və yaxud da görsən əgər ixtilaflısa, qayıt onların təfsirinə, şəhrinə və eləx və s. və onlar görürsən ki, bir məsələdə dəlilləri bir yerə cəm eləməmişlər və həqiqətdə isə o insanların bu şeyə vadar olması həqiqətdə yəni onların necə deyirəm, maddi çətinlikləri, sıxıntılardır ki, hansı ki Osman radiyallahu anh da öldürəndən sonra onlar nəyə əl uzatdılar? Yəni xəzinəyə, Beytulmaya və onda onun qapısında deyənə dedilər ki, subhanallah, bəyəxtandan deyir, Osmanın adil olmadığından danışır, sən deyir, həqiqi məqsədin isə deyir, yəni Beytulmala, yəni əl uzatmaqdır, Beytulma, gözünüz Beytulmaldaydı. Amma bu günlərdə o insanlarla danışan, dərinliyə gedəndə görürsən ki, nə üçün filan kəs maşın aldı, filan kəs onu elədi, bunu elədi. Niyə görə məndə yoxdur? Subhanallah. Və əgər sən Allah subhanan qədərinə mi qarşı çıxacaqsan? Allah subhanan o var dövləti kafirə də verir. Sən niyə görə öz-özündə şübhə eləmir, kafirin neymətində şükür eləmirsən? Sən gəlsən hansı bir qardaşımın neymətində gözündür ki, halbuki sən həsəd aparma girən, dua elə girən ki, Allah subhanan ona verdi kimi sənə də versin. Və hətta Allah subhanan sənə vermirsə, deməli sənə xeyir deyil, onu Allah subhanan sənə verir. Amma sən həqiqi araşdıranda, dərinə gelib çıxanda, görəndə ki, sənin qəlbində olanlar kimisə gözün, kimisə var dövlətindədir, bu həqiqətdə həmən insanın, necə deyərlər, var dövlət hərisidir ki, yəni görürsən ki, Allah subhanətə Allah yəni hidayət versin, yəni çox yəni azıntılar yəni baş verir. Və ikinci səbəb dedik ki, onların yəni fasid, yəni təvilləridir ki, onlar yəni istədiklərini, necə deyərlər, Quran və sünnəni özlərinin etiqadına, özlərinə uyğun, yəni təvil edir. Hansı ki, İbn Teymiyyə rəhməhullah buyuruyor ki, "Vəl-xavaricu innəmə təavvəlu ayat minəl-Quran alə mə i'taqaduhu və ca'alu men xalifə zəlikə kafirən." Deyir, hansı ki, xavariclərin, yəni bu azmaqlan səbəbi oldu ki, onlar ayətləri öz etiqadlarını istədikləri kimi təfsir edilər və bu da deyir, onlara müxalif çıxanları isə bununla da yəni kafir yəni saydılar. Və dördüncü səbəbi dedik ki, o dördüncü səbəbi isə yəni
İnşallah əzandan sonra 5 şəkildə danışarım. Dördüncü səbəb də onların, yəni şeytanın onlara təlbis eləməkləri idi ki, hansı ki İbn Cəvzi rəhməhullah gətirir ki, yəni xavariclərin də, yəni bu təkfirə əlini və s. sahabələr təkfir eləməsi səbəb də şeytanın onları allatması idi, şeytanın onlara yəni təlbis eləməsi idi ki, onlar həqiqətdə yəni öz getdikləri yolu haqq saydılar, hansı ki Peyğəmbər onları yəni elə adlandırmış ki, axır qövmdə yəni cavanlar çıxan ki, yaşları çox azdır, ancaq onların yəni imanları deyir, yəni öz hüququmlarından aşağı düşməyəcək və deyir, həmçində deyir, onlar məxluqatın ən yaxşı yəni sözləri ilə danışacaqlar, hansı ki deyir, onların bu danışmalarına baxmayaraq, haqq deməklərinə baxmayaraq, bu haqq onlara fayda da verməyəcək, çünki onlar dindən səhm öz yayından çıxmış kimi, yəni dindən yəni çıxacaqlar. Sonra Peyğəmbər buyurur ki, harda onları görsəniz, onlarla döyüşün, yəni onlara yəni rədd qaytarın, müqavimət görsən, həqiqətən də onlarla döyüşənə qiyamət günü yəni savab var. Və bu gün də həmən bu yəni Azərbaycanda və başqa yerlərdə də bu təkfirçilərin bu rəylərə düşməsi özlərin dediklərinin haqq olması. Yəni şeytan onlara elə göstərdi ki, bəli onlar haqqı söyləyirlər, kimsə haqqı söyləməkdən çəkinir demir. Amma həqiqətdə gəlin baxa görə Peyğəmbər s.ə.və Peyğəmbər s.ə.v niyə görə münafiqlər adını təkcə Huzeyfə radiyallahu anh dedi? Niyə görə Əbu Bəkir Ömərə demədi? Niyə görə? Məgər Əbu Bəkiri Huzeyfədən pis sanıyır. Yoxsa Əbu Bəkirə daha pis yəni etiqad edir. Xeyr, Əbu Bəkir Peyğəmbərin dostu idi, həmçində qaynatası idi. Amma bununla yanaşı Peyğəmbər sallallahu adları ona deyil, Huzeyfə radiyallahu anh dedi. Niyə görə Peyğəmbər sallallahu onu hamıya demədi? Niyə görə? Çünki burada yəni hikmətlər də var idi ki, həqiqətən də yəni fitnənin qarşısı var. Həmçində başqa yəni ərəblərin başqaları deməsin ki, onlar Peyğəmbər öz yəni dostların, öz sahiblərini qırır, öldürür və elə və s. və görürsə ki, yeri gələndə də Peyğəmbər sallallahu əleyhi və səlləm də yəni bəzi hallarda hər şeyi hamıya açıb demirdi. Aydındır. Həmçində fitnə hədisləri var idi ki, Əbu Hüreyrə radiyallahu görürsən ki, o hədisləri heç kimə danışmırdı. Hətta Allaha dua edir ki, Allah Subhanahu onu yəni 60-cı ilə qorusun. Və Əbu Hüreyrə də həqiqətən də Allah Subhanahu onun duasına cavab verdi və 59-cu ildə də yəni dünyasını dəyişmişdi. Və Peyğəmbər s.ə.v-in bəzi hallarda bəzi şeylə hamıya deməməsi həqiqətən də yəni hikmətdən idi. Aydındır, yəni Peyğəmbər s.ə.v nə üçün Huzeyfə dedi, Ömərə demədi, Əbu Bəkir demədi, Əbu Hüreyrə demədi, filan kəsə demədi, aydındır və bütün bunlar onun göstərir ki, yəni dəvətçi hikmətli olmalıdır, yəni bəzi şeylər var, deyilməlidir, bəzi şeylər var isə deyilməməyində isə yəni fayda var. Və 5-ci də, yəni onların azmaqlarının 5-ci səbəbi odur ki, həmən insanlar və yaxud da ki, fərdlər onlara bir məlumat gəldiyi zaman onu dəqiqləşdirməmiş, axtarmamış, soruşmamış, dərhal elm əhlinə böhtanlar atdı, rəylər atdılar və məsələləri aydınlaşdırmamış, artıq o vəsvəsəyə düşdülər, bu fitnəni də özlərində və başqalarında da yəni yaydılar və 5-ci səbəbi də onlara çatan məlumatları yəni dəqiqləşdirməməkləridir. Və sonra da yəni bazılardan biri sual yazıb ki, əgər mənim yerim var, icarəyə verib oradan dolanıramsa bu necə haramdır? Xeyr, haram deyil. Bu sən öz yəni qazandığın, öz əlindən qazandığın sayılır. Çünki o yerin yəni sahibi sən sayırsan. Və başqa bir sual yazılır ki, Bakıda bir çox yerdə icmalar var ki, orada Seyyid Qutbun kitabları oxunur, orada Quran oxumağa icazə verilmir. Siz buna necə baxırsınız? Bu həqiqətdə isə onların haqdan azmaqlarına sırf dəlildir ki, onlar Allahın kəlamlarını qoyub, qeyrisinin kəlamını üstün tutulan, necə ki, Nursular kimi Quranı qoyub, Səid Nursinin, yəni Risalətən oxuduqları kimi və həqiqətdə isə, yəni necə ki, Hüseymin olsun, İbn Baz olsun, Fovzan olsun, Şeyx Abbad olsun, İbrahim və başqa alimlər həqiqətdə Seyyid Qutb kitablarından çəkindirirlər. Çünki onlarda olan hansı ki, siyasət və ya da İslam fikri və ya da fikri rəylər onları İslam'a aid eləmək olmaz. O insan da heç bir alim səviyyəsində deyil. O sadəcə yəni bir ədəbçi, bir yazısı idi və düzünü Allah bilir və sallallahu Muhammedin və aləli Muhammed.